saat 12:00'dan 14:00 kimi Rüfət Nadirlinin təqdimatında. İş dünyasının aparıcı adları biznes mərkəzində təcrübələrini sizinlə bölüşür. İş dünyasının nəbzini tutan yeganə mərkəz, biznes mərkəzi Rüfət Nadirlinin təqdimatında. Hey loy loy loy, hey loy loy loy, hey loy 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 loy, hey loy loy loy. Esmerim biçim biçim, ölürem esmer için. Esmerim biçim biçim, ölürem esmer için. Alem bana düşmandır, esmeri sevdiğim için. Alem bana düşmandır, esmeri sevdiğim için. Hey lay lay lay, güzel yarım esmerim var. Hey lay lay lay, güzel yarım esmerim. Hey lay 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 lay, güzel yarım esmerim var. Hey lay lay lay, güzel yarım esmerim. Bugün ağlamış, yüreğimi dağlamış. Esmer bugün dağlamış, yüreğimi dağlamış. Kara kaşın üstüne siyah teli sallamış. Kara kaşın üstüne. Hey lay lay lay, güzel yarım esmerim var. Hey lay lay lay, güzel yarım esmerim. Hey lay 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 lay, güzel yarım esmerim var. Hey lay lay lay, güzel yarım esmerim. Esmerim gülden güzel, okur bülbülden güzel. Esmerim gülden güzel, okur bülbülden güzel. Esmer mene gül verir, özü o gülden güzel. Esmer mene gül verir, özü o gülden güzel. Hey lay lay lay, güzel yarım esmerim oy. Hey lay lay lay, güzel yarım esmerim. Hey lay 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 lay, güzel yarım esmerim oy. Hey lay lay lay, güzel yarım esmerim. Hey lay 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 lay. Güzel efirimiz başladı. Lay lay lay. Her vaxtınız xeyirli olsun deyirik. Lay lay, güzel yarım.
bayaq səsim gəlmədi deyə musiqiyə keçdim. Bizdən asılı değildi. Esmerim Buradayıq. Salamlayırıq sizi. Fondakı gülüş mənim gülüşüm deyil ha. O Günel'in gülüşüdür. Buradayıq. Biznes mərkəzi ixtiyarınızda. Gözəl dalğamız, qovuşduran radyomuz. Arazdayıq. 103.3 FM'dəyik. Bizi sevirsinizsə, seçirsinizsə möhtəşəmsiz. Biz də sizi çox istəyirik. Hər zamanki dinləyicilərimiz, hər zamanki gözəl aroda olan dinləyicilərimiz, səhərin aurasında fərqli dostlarımızı 100% səhər şousunda salamladığım kimi indi də eyni tempdə davam edirik və indi həm də biznes adamlarımıza səslənirik ki, biznes adamı dostlarımıza və sizin üçün də vaxt var, tam 2 saat biznesdən danışacaq. Özdə bilirsiniz nə maraqlı mövzumuz var. Elə hər birinizin daha çox istədiyiniz, o adla sizi çağırmaq istədiyiniz son dönemlərdə. Baxırsan ki, sosial medyasında bir paylaşımlar var və baxırsan gözəl bir işlər var. Əla hamısında yazıb ki, SEO, müdür yazmır da, heç nə yazmır. Heç nə yoxdur, sadəcə SEO var. Bu SEO nədir də? Bax, bu SEO-luqdan biz danışacağıq. SEO olmaq sevdası, xəyallar və gerçəklər nədir? Bax, ondan danışacağıq biz dostlar. Hər birinizi salamlayırıq. O SEO sözünün açıqlamasını bilən də özünə SEO deyir, bilməyən də. Nə bilim, biz bundan danışacağıq. Yaxşı şeydirmi, pis nüansdırmı, bu adı necə düşünmək olar, kimə SEO demək olar? SEO olmaq sevdası. Bax, bu sevdadan danışacağıq. Bu SEO olmaq sevdası, xəyallar nədir, gerçəklər nədir, bunu mən yox, mütəxəssislərimiz deyəcək. O idarə etmə nədir, ona toxunacağıq. Bütün bu məsələləri müzakirə etmək üçün yaxın 2 saat ərzində vaxtımız və zamanımız var. Bolca danışacağıq. WhatsApp nömrəmiz də ixtiyarınızdadır. 099 810 33-ə yaza bilərsiniz. Səsli mesaj göndərə bilərsiniz. Hətta bugünkü bizim yaxın dəqiqələr ərzində hansı ki fikirlər səsləndirəcək, o fikirləri biz yaxın günlər ərzində Araz FM-in Instagram səhifəsindən görə bilərsiniz. Rəvan dostumuz bizi burada çəkir. Bugün bizi çəkənlər çoxdur, dinləyənlər çox. Facebook oradan çəkir, Rəvan buradan çəkir. Hər kəs çəkir bizi və fikirlərinizi də indi qonaqlarımızın irəliləyən dəqiqələrdə fikirlərini çox yaxında bizim Araz FM-in Instagram səhifəsindən görəcəksiniz və onu da biləcəksiniz ki, SEO olmaq sevdası nədir, SEO kimə deyilir, idarə etmədə əsas nüanslar nədir. Mənim hər zaman indi SEO məsələsini qoyuram bir kənara, hər zaman bir diqqətdə saxladığım və illərdir, çünki özüm də marketing adamıyam, təhsilimiz də var, bilirik də, sözümüzü deyiriksə deməli işini bilirik. Bəzən bizdə gedirik bir tədbirə, görürük çoxlu dostlarımızı, insanlar var, dost olmayan şəxslər var, fərq etməz. Bugün dünən biznesə gələn də özünə biznesmen deyir. Nə bilim, biznesdə hələ yaddır, amma özünü biznesdə uyğun hesab edir. Özünü bir tərbici biznesdə saxlı bilir, mən də biznesmenəm. Bugün SEO-luqdan danışırıq, amma biznesmen sözündə də yaxın günlərdə ona da müraciət edəcəyik. Çünki hər kəs özünə biznesmen deyir, amma mən də buradan səsləndirirəm hər zaman. Biznesmen ayrıdır, alver ayrıdır. Ticari işlə məşğul olmaq ayrıdır. Çox təəssüf olsun ki, alver sözü ilə məşğul olan, illərdir o işin içində olan deyirsən ki, nə işləmə deyir, mən biznesmenəm. Ay qardaş, olmaz belə şey. Sənin işin alverdir, alverçisən sən. Bugün biz o alver, o biznesmen sözündən yox, məhz ona da toxunacaq. Çünki bizə bu barədə niyə açdım bu məsələni? Həm mənim bu məsələdə belə də diqqət çəkdiyim mövzulardandır. Həm də dinləyicilərimiz də bizə yazmışlar. Yaxın günlərdə o mövzunu da reallaşdıracaq. Biznesmen kimə deyilir? Alverçi kimdir? Ticarətçi məsələlər. Bu komple yanaşacaq buna. Amma bugün biz SEO olmaq sevdasından danışacağıq. Xəyallar və gerçəklər nədir? Bunun müzakirəsini isə 2 dostumuzla edəcəyik. Bravo Technologies şirkətinin direktoru Saday Alverdiyev bizim dəyərli dostumuz buradadır. Həmişə sözünə böyük hörmət bəslədiyimiz Saday dostumuz, xoş gəlmişsiniz. Xoş gördük. Rüfət bəy, ilk öncə sizə təşəkkür edirəm dəvət üçün və çox maraqlı bir mövzudur. 2 saat məncə bu mövzu üçün çox azdır, amma doldurmağa çalışacağıq. Digər dostlarımızdan xahiş edək ki, digər saatlarda verəcək. Çünki bu bizdən deyəcəyimiz sözdən əlavə dinləyicilərin çox gözlədiyi bir mövzudur deyə düşünürəm. Maraqlı olacaq, diyalogumuz çox olacaq. Təşəkkür edirəm bir də və bütün dinləyicilərimizə xoş dəqiqələr arzulayıram. Təşəkkür edirəm. Biz də sizə təşəkkür edirik. Xoş gəlmisiniz deyirik. Dəvətimizi yerə salmadığınız üçün də minnətdarıq və
daha bir dostumuz buradadır. Həm özü dostumuzdur, həm də markası dostumuzdur. Mən o məkana gedəndə sevə-sevə gedirəm. Niyə gedirəm? Çünki onların işində hər zaman o ruh yüksəli ilk gördüyüm gündən dedim ki, bu dostlar bizim yanımızda olmalıdırlar. Sevə-sevə deyirlər, çox sağ olsunlar ki, həm yanımızdadılar, həm işini mükəmməl görürlər, peşəkar görürlər və əsl o SEO dediyimiz söz var ha. O SEO dediyimiz söz Ruf Akademik Trening şirkətinin SEO'su olan Rüfət dostumuza əməlli başlı belə yapışır, belə layiqdir sözə. Rüfət dostumuz da buradan salamlayırıq, amma bugün Rüfət dostumuz deyil, məhz Ruf Akademik Trening şirkətinin icraçı, direktoru olan Nabat xanım bizimlədir. Nabat Hüseynzadə bizimlə bərabərdir. Xoş gəlmisiniz, səfalar gətirmisiniz deyirik. Xoş gördük Rüfət bəy. Artıq bir neçənci səfər dəvətinizi görə təşəkkür edirəm. Mənim üçün sizlə vaxt keçirmək çox xoşdur. Dediyimiz kimi mən CEO deyiləm. Mən düşünürəm ki, mən yaxşı icraçı bacarıqlarına malik birisiyəm və bu Sizdə bu barədə sual atəşinə tutacağıq. Şad olaram. Başladıq dostlar. Hər vaxtınız xeyirli və uğurlu olsun deyirik. Fikirlərinizi indidən göndərə bilərsiniz. SEO olmaq sevdası. Sizin də çalışdığınız işdə müdür özünü SEO kimi aparır, yoxsa elə müdür desəniz kifayət edir yanaşması var. Ümumiyyətlə biznesdə olanlar, siz də müzakirələrə bu andan qoşula bilərsiniz. SEO kimə deyilir? SEO olmaq sevdası. Bu nə sevdadır bu biznesdə düşüb hər kəsə? Bu barədə fikirlərinizi bizə WhatsApp-a yazın. 099 810 33 ixtiyarınızda yazın, səsli mesaj göndərin. Bizi rahat bir şəkildə dinləyin. İzləmək də mümkündür ki, bu da bizim Facebook vasitəsilə, Araz FM Facebook səhifəsindən bizi rahat bir şəkildə izləyə bilərsiniz. Rəy bölümünə yaza bilərsiniz. O da mümkündür və Ulduz 1033 bizim qısa nömrəmiz var. Orada zəng edə bilərsiniz. Biz başladıq. Araz Radyosu'nda reklam vaxtı. Ev tikenlere sərfəli xəbər. Təmir tikinti materiallarından dekorativ əşyalara. Evin üçün hər şey Abşeron Ticarət Mərkəzində. Abşeron Ticarət Mərkəzi. Evin üçün hər şey. Ünvan Lökbatan Dairəsinin yanı. Boya axtaran insan, sonadək qulaq assan, işin olar asan. Hansı rəngi axtarsan, mağazaları dolaşsan, ustalardan soruşsan və istəmirsənsə nöqsan, bir cavab alarsan, 25 ildir, Sopsan. West Hospital pasiyentlərin müayinə və müalicələrinin hər zaman qüsursuz və dəqiq olması naminə bir neçə tibbi şöbələri yeni və müasir tibbi cihazlarla təchiz etmişdi. Əlaqə Ulduz 7606. 7 ildir fəaliyyət göstərən Ruf Akademik Trening şirkəti IELTS, SAT, ümumi ingilis dili, xaricdə təhsil və digər təhsil xidmətləri ilə tələbələri parlaq gələcəyə hazırlayır. Şirkət minlərlə gəncin xaricdə təhsil xəyallarının gerçəkləşməsinə dəstək olub. Təhsil planlarınızı peşəkarlarla birlikdə həyata keçirmək və uğurlu nəticə əldə etmək üçün Ruf Akademik Treningə müraciət edin. Telefon 012 489 4496. 2018-ci ildən fəaliyyət göstərən Greenstream International inşaat materiallarının və alətlərinin ölkəmizə idxalı və distribusiyası ilə məşğuldur. Hazırda şirkət bir çox aparıcı istehsalçıların Azərbaycanda rəsmi nümayəndəsidir. Ölkə üzrə 4 filialı malik Greenstream International inşaat sahəsində illər ərzində yüksək təcrübə qazanmış mütəxəssislərdən ibarətdir. Müxtəlif inşaat materiallarından istifadə etmək üçün 055 203 60 10 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Greenstream International keyfiyyət zəmanətimizdir. Rapid markası Alman texnologiyası ilə Birləşmiş Ərəb Əmirliklərində istehsal olunur. Azərbaycanda rəsmi nümayəndəlik All Oil MMC-yə məxsusdur. Minik və yük maşınlarının mühərrik yağları, sürət qutusu yağları, antifrizlər və digər çeşidləri mövcuddur. Ölkəmizdə 500-dən çox satış nöqtələrində Rapid yağlarını əldə edə bilərsiniz. Telefon 099 941 14 14. Dikkat! Madeira'dan özel kampanya başladı. Mağazamızdan kreditle alınan bütün mebellere tam 15% indirim olacak. Nağd alışlarda ise maksimum indirimler sizi gözləyir. Bu fürsətten yararlanmağa tələsin. Madeira, Ulduz 9696. Az xərc çox rahatdır. Pərdədən dəsmala, xalçadan yataq dəstinə, son model ev tekstili məhsulları endirimli qiymətlərlə Abşeron Ticarət Mərkəzində. Abşeron Ticarət Mərkəzi, evin üçün hər şey. Ünvan Lökbatan Dairəsinin yanı.
İlk çərşənbə axşamı hamı Salitonda olacaq. 26 fevral 3 mart tarixlərində 82 cm diaqonallı Beko TV 279 manat 99 qəpik. LG Smart TV 559 manat 99 qəpik. Samsung Smart TV 489 manat 99 qəpik. 108 cm diaqonallı Philips TV isə 599 manat 99 qəpik. Çərşənbəniz mübarək. Saliton, telefon 180. Rəsmi sayt saliton.az. Diqqət! Madeira'dan özel kampanya başladı. Mağazamızdan kreditle alınan bütün mebellere tam 15% indirim olacak. Nağd alışlarda ise maksimum indirimler sizi gözləyir. Bu fürsətten yararlanmağa tələsin. Madeira, Ulduz 9696. İlk çərşənbə axşamı hamı Salitonda olacaq. 26 fevral 3 mart tarixlərində bişirmə dəsti, Rifel markalı soba, plitə və aspirator cəmi 589 manat 97 qəpik. Həmçinin məhsulları ayrı-ayrı əldə etmək də mümkündür. Çərşənbəniz mübarək. Saliton, telefon 180. Rəsmi sayt saliton.az. Araz Radiyosunda reklam vaxtı. Sahibkarlıq sirlərindən liderlik məsləhətlərinə qədər biznesin hər sahəsini əhatə edirik. Biznes mərkəzi həftə içi hər gün saat 12:00-dan 14:00 kimi Rüfət Nadirlinin təqdimatında. İş dünyasının aparıcı adları biznes mərkəzində təcrübələrini sizinlə bölüşür. İş dünyasının nəbzini tutan yeganə mərkəz. Biznes mərkəzi. Rüfət Nadirlinin təqdimatında. Efirimiz davam edir. İlk saatdayıq və bir daha da mən mövzunu xatırladıram. Biznes mərkəzində mikrofonunda mənəm Rüfət və mövzumuz belədir. Çox maraqlı mövzumuz var həqiqətən də. SEO olmaq sevdası. Bəs xəyallar, gerçəklər nədir? Bax, bunun üzərindən biz danışırıq. Görək bugünün özündə niyə SEO olmaq sevdası çoxdur? Bu sualın cavabını elə ilk olaraq istərdik ki, biz Bravo Technologies şirkətinin direktoru, valla direktorluq da yaraşır buna. Mən direktordur, mən başqa ad olmaz. Biz Saday Alverdiyevə istədik ki, bu sualla müraciət edək. Bir daha xoş gəlmisiniz. Niyə bugünkü dönəmdə biznes mühitində SEO olmaq sevdası var? Məncə ümumi bir sevda var. Amma bu sevdanın adını heç kim tapa bilmədiyi üçün kimi özünə CEO deyir, kimi özünə təsisçi deyir, kimi özünə fərqli yüksək adlar qoymağa çalışırlar. Köhnə söz müdür deyir. Müdür yoxdur artıq. Yəni müdür günlük müraciət formasına çevrilir. Müdür gəl. O səmimiyyət dozasını artıran ifadədir, amma CEO yox. Yəni bu dəqiqə. Mən bir 8 ilə yaxında işə götürənəm. Yəni çalışdığım hər şöbə rəhbərindən departament rəhbəri, şirkət rəhbəriyəm hal-hazırda. Çalışdığım hər zaman kimsə müsahibə etmişəm və əmin olun o qədər CEO müsahibə etmişəm ki, yəni hal-hazırda da vakansiyalarımız var, bizə göndərilən CV-lərin içərisində təsisçi şəxslər var. Məncə bu nədən qaynaqlanır? Birincisi, son zamanlarda CV-lərdə SEO sözü daha çox rastlayır. Nəinki bu əslində həm təhsil, həm də peşəkarlığın aşağı olması ilə bağlı bir məsələdir. Necə deyim, insanlar özlərini yüksək satmaya çalışırlar. Normaldır. Hər kəs olduğundan yüksək görsənməyə, əlindəki imkanların daha artığını, olduğunu sübut eləməyə çalışır. Bu həm daxili özünü sübutdur, həm də bir növ satış edir. Yəni insan yeni bir iş yerinə girməyə çalışır, yeni bir çevrə edilməyə çalışır. Amma bunu da incə etmək lazımdır. Aşırı və gözə girən xətalarla mümkün deyil. Məsələn, SEO bunun ən bariz nümunəsidir. Yəni siz, mən də şirkət təsis eləmişəm zamanında, bunu kimsə də bilmir, pul qazanmaq üçün eləmişəm, bunun heç kəsə dəxli yoxdur da, yəni və bu məlumatı sizə verməyim sizə heç nə qatmayacaq. O halda sizə bir şey qatar ki, sizdən iş görək. Amma bunu insanlar ayan-bayan eləməyə, çığırmağa, ətrafa duyurmağa çalışırlar ki, bəli, niyə mən də varam, yəni. Halbuki bu yoldaş əslində bir karyera yolu olsa, təhsili olsa, məşğul olacağı bir sahə olsa ki, sonda üfüqdə bir vəzifə görsə, pul görsə, buna məşğul olmayacaq. Yəni əmin olun ki, cari vəziyyətdə görsənməyə çalışanların əksəriyyəti üfüqü görməyənlərdir.
qısaca belə giriş edə bilərəm, amma danışsam susmayacağam. Yəni ona görə Eləmi? Yaxşı, indi SEO-luqla bağlı bizə çoxlu suallar da gəlmiş. Onu da bir cavablandırarıq. Amma istərdim ki, həm də indi Nabat xanımı dinləyəcək və daha bir sualımız olacaq. Və bugün həqiqətən də şirkət idarə etməsi amili bugün şirkətlərimiz üçün, biznes mühiti üçün çox faydalıdır. Hər bir işçi elə bir mühitə getmək istəyir ki, ona dəyər verilsin. Hər bir işçi elə bir yerə getmək istəyir ki, oranı idarə etməsi çox mükəmməl olsun. Yəni bugün bizim danışdığımız mövzu istiqamətini idarə etmək çox önəmlidir. Nabat xanım, sizə sualım var və bir daha da dinləyicilərimiz üçün də, izləyicilərimiz üçün də deyim ki, Ruf Akademi Trening şirkətinin icraçı direktoru Nabat xanım bizimlə bərabərdir, Nabat Hüseynzadə. Nabat xanım, sizə görə idarə etmə ümumiyyətlə nə deməkdir? İdarə etmə necə olmalıdır? Yəni bir şirkətdə idarə etməni ən yaxşı formada necə təşkil etmək olar? Sualınız üçün təşəkkür edirəm. Əgər icazəniz olarsa, mən biraz öncə Saday bəyə verilən suala bir əlavəm olmaq istəyərdim. Mən düşünürəm ki, Saday bəyin dediyi kimi o incə nöqtə çox vacibdir və mənə elə gəlir ki, bugün sosial mediada CEO, co-founder bu kimi sözləri istifadə etməkdə insanların məqsədi olur ki, biz daha çox sosial media insanları olmuşuq. Yəni reallıqdan qaçırıq, reallıqdan çox qaçmağa başlamışıq. Əgər reallıqda elə Saday bəyin də vurğuladığı kimi bizim işimiz nəticə yönümlü olarsa, bizim özümüzün öz adımız haqqında danışmağa ehtiyac qalmır. Zaten bizim işimiz və markamız danışır ki, biz orada nə görürük, necə görürük və elə bil çığıran bizim sözümüz deyil də çığıran bizim işimiz olur, işimiz və nəticələrimiz olur. Mənə elə gəlir ki, daha çox bu adı ilə tanınmaq istəyən insanlar iş və nəticədə biraz geridə qalan və yaxud da ora daha az fokuslanan insanlar olur. Sualınıza gəlincə, sualınız haqqında bildirmək istəyirəm ki, mənə elə gəlir ki, bir komandada bir fərdin deyil də bir komanda işi olduğunu vurğulamaq, yəni idarə etmə bir komanda işi olduğunu vurğulamaq istəyərdim və burada düzgün komanda təyini çox vacib bir amillərdən biridir. Məsələn, buna biz belə bir misal çəkə bilərik ki, bir maşın sürücüsü olduğu zaman maşında sürücünün ən vacib rol oynadığı görünür, yəni idarə edənin o tərəfindən olduğu görünür. Amma biz daha dəqiq analiz edəriksə, bu maşını sürməsi üçün onun mexanizmləri olması lazımdır. Yəni zaten o maşını yarandıqda elə bir mexanizmlərlə yaranıb ki, artıq sürücü də onu idarə edə bilir həmin mexanizmləri öyrəndiyinə görə. Və burada yəni sadəcə tək olaraq sürücünün olması kifayət etmir. O mexanizmlərin də doğru, dəqiq, vaxtında planlanmış olması lazımdır. Və bu səbəbdən düşünürəm ki, idarə etmədə də sürücü vacib amildir, amma sürücünün mexanizm və iş prinsipləri, onun iş sisteminin də düzgün olması ən vacib amillərdən biridir. Yəni bu başdan doğru qurulmalıdır. Təbii ki, onlardan biri sistemdir, biri düzgün komanda təyinidir deyə düşünürəm. Bugün şirkətlərimizdə sistemi necə qurmaq lazımdır? Yəni bunu da sizdən, yəni sistemli deyəndə necə olmalıdır? Yəni sistem, biz ümumi deyirik, sistemli iş olmalıdır, burada sistem olmalıdır, burada necə olmalıdır? Ya sistemin içində nə var? Mən şəxsi olaraq belə düşünürəm ki, bəzi işlər elə proses əsnasında öyrənilə bilinəndir. Yəni hər şeyi öncədən siz təxmin edib qura bilmərsiniz. Amma hər şeyi öncədən təxmin edib qura bilmədiyiniz halda o demək deyil ki, heç nəyi də qurmayacaqsınız. Mənə elə gəlir ki, şirkət rəhbəri getmək istədiyi yolu dəqiq bilməlidir. Yəni onun bir vizyonu olmalıdır. Ola bilər ki, bu 10 illik olmaya bilər, amma ən azı yaxın 2 il, 5 il ərzində getmək istədiyi yolu bilməlidir və bu axışı düzgün yazılmalıdır. Və mənə gəlir ki, idarə etmədə olan şəxsin vacib bacarıqlarından biri odur ki, o iş axışını, o prinsiplərə uyğun vaxtı doğru idarə eləsin. Yəni baxsın ki, biz indi hansı mərhələdəyik, hansı vaxta qədər nələri çatdırmalıyıq və orada təqibatı güclü olsun ki, hədəflərindən yayınmasınlar proses əsnasında. Əla. Və bugün həqiqətən də şirkətlərimizdə idarə etmə məsələsində o dəqiqliyə çox ehtiyac var. Bugün o hamısına aid deyil təbii ki. Bugün mükəmməl olan şirkətlərimiz də var ki, hansı ki barmaqla sayılası qədər göstərə də bilərik, hətta adını belə çəkə bilərik, hansı yerdə olanda ürəklə o həmin şirkətlə danışa da bilərik, deyə də bilərik. Yəni reallıqdır bu. Yəni bugün işini peşəkar formada görüb də nümunə olan o şirkətlərimiz də var. Biz bu şirkətləri alqışlayırıq, həqiqətən də işində mükəmməl olan. Amma təbii ki, illərdir nə bilim marka olmaq istəyir, amma işində o qədər nöqsanlar biz görmüşük. Müxtəlif sahələrdə olan şirkətlər var. İndi mən hansısa bir sahələrə ayırmaq niyyətim yoxdur.
Hətta mənim öz təcrübəmdə elə şirkətlər olub ki, mənə müraciət ediblər, buyur, gəl bizim marketinq sahəmizdə, nə bilim, PR işində rəhbər ol, çalış. Məni o şirkətə ayaqlar aparmayıb. İnanın, Saday bəy, inanın Nabat xanım. Yəni orada pul nə qədər istəsəniz təklif də olunub ki, buyurun gəlin burada işləyin. Hətta elə şirkət olur ki, mən orada öz çalışdığım şirkətdə yaxşı məvacib maaşı olsa belə hərdən mənə o dostlarım dəlilik deyə müraciət edirlər mənə ki, marketinq işində, biznes işində ki, qəfil qərarlar vermə qabiliyyətinə maliksən. Mən hər zaman deyirəm ki, çalışdığımız yerdə öz dəyərimizi bilməliyik və bir də qurulan şirkətin özünün bir baxışı olmalı. Siz dediniz, o dəyər olmalıdır. Bu şirkət rəhbəri nə istəyir, necə bir şirkət idarə edəcək? Yəni bugün o məsələlər çox önəmlidir, amma biz təəssüf olsun ki, bəzən maaşı düşünüb digər detalları. Bu da mən insanları başa düşürəm. İnsan bu dəqiqə çalışmaq istəyir, yaxşı qazanc istəyir, gözünü yumub əşya yola verərəm demək, amma bir yerə qədər. Mən elə bir şirkətdə çalışmışam ki, orada məbləği neçə min manatlıq məbləğli bir iş olub, mən öz istəyimlə oradan uzaqlaşmışam. Çünki oradan nə enerji almışam, nə onun işin faydası olub, nə nəticəsi olub. Yəni bugün Saday dostumuz belə idarə etmələr də var ki, adı idarə etmədir, adında idarə etmə var. Amma işin içində heç sıfırda, yəni sıfırın dərəcəsində onu idarə etmədir. Kim necə istəyir idarə etmədir. Baxırsan, gedirsən bir şirkətə 5 dənə işçi var, 15 dənə müdür var. Bu biraz İclaslardan işləmək olmur. Hə, iclaslar imkan verir. Hər zaman elə dostlarımız var, harsan zəng gəlsən, deyir iclasdayam. Deyirəm, siz işləmirsiniz ümumiyyətlə, nə qədər iclasda oturarsınız? Yəni 100%. Belə bir deyim deməyək də, belə qulaqlarımızın öyrəşdiyi bir söz var. Siz işdə olmadığınız zaman sizə zəng gəlirsə, deməli iş təşkil edilməmisiniz də, yəni. Siz məzuniyyətdə olduğu zaman və yaxud da və s. Bu bariz misal ola bilər sizə və qeyri-şəxslərə. Sistem bayaq dediyiniz məsələ budur. Məsələn də qurula bilməyən sistemlərdə inkişaf, proqres yoxdur, günlük rutin proseslər baş vermir, mütəmadi zənglər və mütəmadi yenilənən müdirlər var, çoxlu müdirlər var. Bu sistemsizlik isə artıq həmin o toksik mühitə gətirib çıxardır, belə deyək də. Belə, bu söhbətə belə mənəvi bir ab-hava qatım. Ümumiyyətlə, şirkəti şirkət edən onun başındakı şəxsdir. Ən üst, yuxarı level, C-level deyək ki, idarə edici şəxs. Yəni, biz buna hal-hazırda CEO deyirik də. Bəli. Direktor da deyə bilərik şərt altında. Ümumiyyətlə, biznesin daxilindəki ab-havanı, mühiti formalaşdıran həmin o rəhbər şəxsin dəyərləridir. Bu şəxsin hansı dəyərlərə sahib olması mühiti formalaşdırır və mühitdəki şəxslərə təsir və sirayət eləməyə başlayır. Ola bilər ki, o mühitdəki şəxslər bu dəyərlərə sahib deyil, amma söhbət təbii ki, işin bilən, peşəkar, idarəçidən gedir ki, onun təsirindən gedir və onun subordinasiyasında olan şəxslər bu dəyərlərə sahib olmaya bilərlər. Bunun müxtəlif səbəbləri var. Egodur, iş təcrübəsinin az olmasıdır, dünya görüş azlığıdır, xarakter keyfiyyətsizliyidir, hər şey ola bilər. Amma yaxşı mühit o qədər sirayət edir ki, ətrafı insanlara və oradakı insanlar məcbur bir müddət sonra bu dona girməyə başlayırlar. Yəni, peşəkar olmasa belə peşəkar görünməyə başlamaq, peşəkar olmasa belə peşəkar davranmağa başlamaq, qurulmuş bir sistemi bacarmasa belə nəsə etməyə çalışmaq, try. Yəni, bu trayların isə artıq da irəlilədiyi zaman belə bir yaxşı bir ab-hava yaradır ki, artıq şirkət başa düşür ki, bu əməliyyatdaş qabiliyyətlidir, qabiliyyətsizdir, üzə çıxmağa başlayır. Həm bu xarakter məsələsini, həm iş qabiliyyəti məsələsini və bundan sonra artıq şirkətin strategiyalarını, gələcək hədəflərini təyin edə bilir. Buradakı key position, açar şəxs rəhbərdir. Deyirik, indi Rüfət bəy təriflədi 3-4 şirkəti ki, çox gözəldir. Hər yerdə onlar haqqında danışa bilərəm. Niyə danışa bilərsiniz? Ona görə yox. Adı çəkdi. Yəni sayın 3-4 dediyinizə görə biz bilirik artıq 3-4. Sadə 10 da ola bilər. Mən nümunə dedim. İstəyir 20 olsun. Bazarımız çox böyükdür və mən özümüzün biznes ekosistemini bəyənmirəm. Nə qədər addan çox olsa yaxşı mənada daha yaxşı olur. Yəni biznes ekosistemimizi bəyənmirəm. Söhbət stafa görə gedir. Yəni şəxslərə görə gedir. İdarəçilərdən və oradakı əmək bazarından gedir. Bizneslər əladır. Bazarlarımız çox gözəldir. Hər sektorda varıq bu dəqiqə. Sadəcə doğru şəxsləri o rəhbər təyin eləməliyik və biz arxamıza yatıb gözləməliyik ki, biznes yaxşı yerə doğru getsin. Bizim hal-hazırda ən böyük problemimiz həmin o açar şəxsləri tapmaq və oturtmaqdır. Və o açar şəxsləri tapa bilmirik, səhv adamlar otuzdururuq və nəticədə də bərbad olan bizi nədir, sadə dostumuz Nabat xanım? Bəzən mən elə şirkət rəhbərləri görmüşəm. Orada ya özü, ya da ki təyin elədiyi adam bilir bərbaddır, özünü də bilir bərbaddır.
Amma nə özü gedir, nə yerinə bir yaradıcı adam qoyur, nə işin bilən adam qoyur. Nə də ki, ora təyin edir. Yox, nüansı bilir şurasındadır. Yəni o da ayrı. Yəni nüansı bilir ki, problem özündədir. Problem onun gətirdiyi komandasındadır, ya nə bilim gətirdiyi qohumundadır, nə bilim gətirdiyi dostundadır. Yəni qohum mövzusuna elə belə səslənmədim və bu gün o nüanslar da var, hamısına da aid dediyini edirəm. Amma çox təəssüf ki, mənim də çalışdığım bir şirkətdə var idi. Qohumlar dağıtdılar şirkəti. Buradakı yaralı mövzu siz nədir? Biz rəhbər təsisçilərdən gedir, sahibkar və təsisçi. Özlərindən sonra, yəni biznesləri idarə etməyə təyin elədiyi şəxslərin seçim kriteriyası çox məncə yanlışdır. Azərbaycan reallığında hər kəs güvəndiyi insanlara təyin eləməyə çalışır. A. B isə yaxşı çalışan şəxslərə təyin eləməyə çalışır. İki dənə keys var. Mən ikisinin də əziyyətini çəkmişəm. Yəni olub rəhbərlərim, yaxşı çalışqan olublar, amma yaxşı çalışan insan yaxşı idarəçi deyil. Ümumiyyətlə yaxşı çalışan maksimum olacaq deputy directordur, yəni ikinci şəxs. Çünki operation idarə edəcək, yəni prosesi idarə edəcək, qovalayacaq şəxsi olmalıdır. İdarəçi başqa xüsusiyyətlərə sahibdir. Yəni bu adamın empati duyğusu var, konflikt idarə etmə qabiliyyəti var, sistem idarə etmə qabiliyyəti var, iş təcrübəsi var, danışıq üslubu var, kommunikasiya qabiliyyəti var. Yəni proqnoz verə bilmə qabiliyyəti və biznesləri böyütmə inisiativi var. Yəni yaxşı çalışan buna vaxtı yoxdur. Yaxşı çalışan rəhbər qoysaz o yenə çalışandır. Elə bil bu biraz buna bənzəyir, deyilmi Sədar bəy? Biz baxırıq bir rəhbərdə tam 10 punkt olmalıdır bu xüsusiyyətlər. Və əgər onda güvənilirlik varsa, tutalım ki, digər idarəçilikdə yaxşı xüsusiyyətləri yoxsa belə, o güvənilirdir deyə, yaxşı qızdır, yaxşı oğlandır deyə digərlərinə göz yumuruq. Və göz yumduğumuza görə də problemlərimiz başlayır. Göz yumduğumuz yerdə problemlərimiz başlayır. Çünki biz axı idarəçi axtarırıq. Biz həm yaxşı oğlan, yaxşı qız, həm də ki, digər bilgiləri, bacarıqları olan insanları ora. Evimizi yıxan elə o yaxşı oğlanlardır, yaxşı qızlardır, yaxşı insanlardır həqiqətən. Çünki yaxşı insanlar çox yaxşı qabiliyyətli olmur və onlar ən yaxşı elədiyi şey cost save eləməkdir, pul zibdə saxlamaqdır, kassada pul saxlamaq və şirkətin cari vəziyyətini qoruyub saxlamaq. Bu nə inkişaf aparır, nə yenilik aparır, nə risk yoxdur. Ona görə yox onlar yaxşı adamdır və yaxşı qabiliyyətləri yoxdur. Sadəcə onlar yaxşı bir hissədə dayanmalıdırlar. Prosesin ortasında dayanmalıdırlar da, belə deyək, güvənilir insan olmalıdır, hər biznesdə olmalıdır. Mən də sabah biznes kursam, dayı oğlumu, xal oğlumu gətirib oturdacam haradasa ki, göz qulaq ol bura. Amma yəni əsas qabiliyyətləri hara əl verir, ora qoyacam ona. Yəni belə deyim də. Ya da ümumiyyətlə niyə göz qulaq olmaya qoyursunuz ki, nə inanmırsınız komandınıza? Bu nə sözdür, yəni göz qulaq? Hə, yəni inanmama ehtimal deyil də. Bayaq dediniz ki, o açar məsələsi, etibar edən adamı gətirin qoyur. Sonra dediniz ki, qohumu gətirib qoyacam qulaq. Mütləq qoyacam mən, variant yoxdur. Niyə? Çünki belə deyim də sizə. Yaxşı, o açar adam dediniz, o adam nə funksiyonu oynayacaq? Açar adam işi idarə edəcək. Hər şeyi quracaq, proses aparacaq, yaxşı maaşını alacaq. Qohum dediyiniz maliyyə işinə baxacaq da, yəni. Əsas yaralı məsələ odur. O söz almaq istəyirəm, fırladır sözü. Mən bilirəm, nə də cavab almaq istəyirəm. Bəli, bizdə acı olsa da bir reallıq var hal-hazırda. Yəni güvənirsiniz ki, o qohum da sizə 100% nəticə verəcəkmi? Mən bayaq dediyim məsələ var ki, qohum şirkəti yıxdı. Yəni qohum yox, qohumlar ittifaqı. Mənim yanaşmam çox fərqlidir. İttifaq deyil mi sizə? Yəni əl-əlinizdə qoydular, yıxdılar şirkəti. Mən bu mövzuda çox yanaşmam başqa cürdür. Qohumlara yaxşı maaş verərəm, ortada gəzsinlər, yəni işləməsinlər mənim üçün. Məsələn, məntiqim budur. Təbii ki, qabiliyyətləri nədirsə, onu görsünlər, o ayrı. Amma məsələn, daha milyarderlər nə deyir? Vaxtsin qohum olmaq istəyir. Valla, mən də varlı olmaq istəyirəm. Hamazda qohumlar da onu istəyir. Bütün qohumların da onu istəyir. Yəni... Ay Allah, sadayı bildirirlər. Burada var mı, baxın, bəsar milyarderlər nə deyir? Deyir ki, yaxşı pul verin yaxşı işçilərə. Yəni yaxşı pulumuzu verdiyimiz üçün biz bugün milyoner və milyarderik də. Yəni mən də o şeyi görsəm mümkün, yaxşı pul verəcəm, yaxşı insanlara transfer edəcəm. Belə də yəni. Yaxşı. Söhbətimizi davam etdirəcəyik. Dostlar, maraqlı mövzumuz var. Azərbaycan Radio Məkanında bənzər olmayan radio debat formatlı biznes mərkəzi layihəsi davam edir. İlk saatimizdayıq, amma ikinci saatimiz də var.
ve ikinci saatimizde şifre yarışmasına da start vereceğiz. Bilirsiniz ki bu hafta şifre yarışmasında oynayacağız ve şifre yarışmasında bilirsiniz ki her hafta oynuyoruz. Haftanın birinci günü başlayırıq. Bir dənə sadece ötən hafta səfərimə göre oynaya bilmədim ki, birdən də canlı yayımımız səfərdə olduğumuzda baş tutmaz ve yarışmamız yarımçıq qalar. O yüzden bu hafta oynuyoruz. Şifre yarışmasında bilirsiniz ki haftanın birinci günü biz rəqəmləri başlayırıq təqdim etməyə ta ki haftanın 5-ci gününə qədər. Bəli, bəli. Və ona görə də ikinci saatimizi diqqətlə dinləyin. Bu həftəmizin və bu həftəki yarışmamızın, şifre yarışmasının ilk rəqəmini təqdim edəcəyik. Bilirsiniz, şifre yarışmasında 3 rəqəm oynanılır həftəlik və efirimizi diqqətlə dinləyin ki, ilk rəqəmi bugün biləsiniz və növbəti günlərdə daha 2 rəqəmi deyəcəyik. Həftənin cümə günü isə bizdə qalibin seçim günü olacaq. Görək, şifre yarışmasında doğru rəqəmi tapanlar olacaqmı? Yoxsa yox, qalibimiz isə rapid yağlarından gözəl hədiyyə gözləyir. Bu arada isə bay sponsorumuz Sopsana təşəkkür edirik. Ev təmir ediriksə yanımızda da bir keyfiyyətli boya həmişə olmalıdır. Keyfiyyət dediğimiz anda da düşünə bilərik bunu. Sevə-sevə, o da Sopsan'da. Sopsan demək keyfiyyət deməkdir. Ulduz 45 də ixtiyarınızdadır. Xüsusi sponsorumuz isə Vesta Hospital'dır və yeri gəlmişəm Vesta Hospital'ın təcili tibbi yardım xidmətləri də ixtiyarınızdadır və Respublika ərazisində xəstələrin nəql olunması ilə yanaşı həkim müayinəsi, laborator analizlərin götürülməsi, həmçinin kardioloji və ultrasəs müayinələri elə ünvanda icra edilir. Ulduz 7606 da ixtiyarınızdadır. Və təhsil sistemində özü yeri gəlmişəm xaricdə təhsil işində kifayət qədər peşəkar olan Ruf Akademik Trening şirkəti artıq 7 ildir ki bizi sevindirir. IELTS, SAT, ümumi ingilis dili, xaricdə təhsil və digər təhsil xidmətləri göstərir. Təhsil planlarınızı peşəkarlara ilə yeri gəlmişəm Ruf Akademik Trening şirkətinə etibar edə bilərsiniz. 012 489 44 96 ixtiyarınızda Nərimanov rayonu Aşıq Molla Cümə küçəsi 138-ə müraciət etsəniz peşman olmazsınız. 6 ildir ki fəaliyyət göstərən Pranoyo şirkəti isə metal kabel və havalandırma kanalları, eləcə də bütün növ elektrik qutularını istehsalını həyata keçirir. Ölkə xaricində də istehsalları məhsul ixrac edirlər. Hazırda 3000 növ məhsul çeşidinə malikdir. Şirkətin xidmətlərindən yararlanmaq istəyənlər 070 282 28 72 nömrəsinə əlaqə saxlaya bilər. Bu dəqiqələrdə sükan arxasında olanlar avtomobiliniz üçün keyfiyyətli yağ axtarırsınızsa seçiminiz rapid yağlar olsun. Alman texnologiyası ilə Birləşmiş Ərəb Əmirliyində istehsal edilir. Azərbaycanda 500-dən çox satış nöqtələrində rapid yağları var. Mən də öz avtomobilim üçün seçim etmişəm. O da rapid yağlardır. Cibimə uyğun qiymətlər, keyfiyyət də üzərindədir. Şirkətlərə səslənir ki, yeni əməkdaşlıqlar, yeni biznes qurmaq niyyətiniz varsa Özbəkistan Ticarət Evinə müraciət edə bilərsiniz. Ağşəhər Fəvvarələr bir küçəsindədir. Hazırda Özbəkistan Ticarət Evi həftənin 6 günü xidmətinizdədir və burada ondan çox sahəni əhatə edən də məhsullar sərgilənməkdədir. Müxtəlif inşaat materiallarına ehtiyacınız varsa çox düşünmürsünüz. Keyfiyyətli inşaat materiallarını sifariş etmək üçün Green Stream International şirkətinə müraciət etmək olar. Və maliyyə mühasibatlıq, vergi və kadr xidmətlərinə ehtiyacınız varsa 17 ildən artıq peşəkar təcrübə sizi gözləyir. O da Akfin Group şirkətidir. Müraciət edin, sosial media hesablarında da yaza bilərsiniz. Radiodan dinlədim deyin, sizi başı uca yola salacaqlar. Mövzumuz maraqlı mövzudur. S olmaq sevdası. Bəli, xəyallar gerçəklər bəsnədir. Bundan danışırıq. Hər kəs öz işində, ələxüsus son sosial dönəmdə, sosial media hesablarında, kimsə CV təqdimatında təsisçi, direktor, müdür deyil, SEO yazır. Bəs bu SEO olmaq sevdası nədir? Bax, bunun müzakirə edirik. Bizə qoşula bilərsiniz. Sənə dedim axı, elə boyalı ki ləkə tutmasın. Silmək olmur axı. Hardan tapmaq hə? Harda var elə boya? Bilən varsa desin də mənə. Panda da var. Panda da var, panda da var, panda da var. Panda boya, renk katır dünyaya. Qısa nömrəmiz Ulduz 1008. Araz Radyosunda reklam vaxtı. Abşeron'a gelin, havanız değişsin. Kombiden kondisyonere, bütün iklim havadanlıklarına indirim. Abşeron'da her mevsim güzeldi. Abşeron Ticaret Merkezi, evin için her şey. Ünvan Rökvatan Dairesi'nin yanı.
2024-cü ilin rəngi təbiətdə nadir tapılan şaftalı tükü rəngi seçilib. Əziz dinləyicilər, yeni rəng təbiətdə tapılmasa da, Sopsanda mütləq tapılar. Sopsan, 25 ildir axtarılan boyaların tapılan ünvanı. Ətraflı Ulduz 4545. 6 ildir fəaliyyət göstərən və xeyli uğurlu layihələrə imza atan Pranaya şirkəti metal kabel və havalandırma kanalları, eləcə də bütün növ elektrik qutularının istehsalını həyata keçirir. Şirkət nəinki ölkə daxili, həmçinin bir neçə xarici ölkəyə də məhsul ixrac edir. Təcrübəli, peşəkar heyətə və müasir texnologiyalara malik Pranaya şirkəti 3000 növ məhsul çeşidinə malikdir. Şirkətin xidmətlərindən yararlanmaq istəyənlər 070 282 28 72 nömrəsi ilə əlaqə saxlaya bilər. Mühasibatlıq, vergi və kadr xidmətləri sahəsində fəaliyyət göstərən Akfin Qrup 17 ildən artıq peşəkar təcrübəyə malik heyətdən ibarətdir. Akfin Qrupla əməkdaşlıq edə biznesinizin inkişafına və dinamik idarə etməsinə nail olub peşəkar mühasib kurslarına qoşula bilərsiniz. Telefon 070 828 88. West Hospital pasiyentlərin müayinə və müalicələrinin hər zaman qüsursuz və dəqiq olması naminə bir neçə tibbi şöbələri yeni və müasir tibbi cihazlarla təchiz etmişdi. Əlaqə Ulduz 7606. İlk çərşənbə axşamı hamı Salitonda olacaq. 26 fevral 3 mart tarixlərində bişirmə dəsti, Rifel markalı soba, plitə və aspirator cəmi 589 manat 97 qəpik. Həmçinin məhsulları ayrı-ayrı əldə etmək də mümkündür. Çərşənbəniz mübarək. Saliton, telefon 180, rəsmi sayt saliton.az. Hər rəng, hər material, hər ölçü. Sərfəli qiymətə saysız hesabsız mətbəx ləvazimatı Abşeron Ticarət Mərkəzində. Abşeron Ticarət Mərkəzi. Evin üçün hər şey. Ünvan Rökbatan dairəsinin yanı. İlk çərşənbə axşamı hamı Salitonda olacaq. 26 fevral 3 mart tarixlərində 82 cm diaqonallı Beko TV 279 manat 99 qəpik. LG Smart TV 559 manat 99 qəpik. Samsung Smart TV 489 manat 99 qəpik. 108 cm diaqonallı Philips TV isə 599 manat 99 qəpik. Çərşənbəniz mübarək. Saliton, telefon 180. Rəsmi sayt saliton.az. Sahibkarların nəzərinə ABB Biznes İnternet Bank platforması yeniliklərlə qarşınızda. İndi nağdsız ödənişlərin qəbulu üçün e-ticarət, POS və mobil POS terminalları banka gəlmədən sifariş edə bilərsiniz. Ətraflı 937. Araz Radiosunda reklam vaxtı. İş qurmaq istəyirsən, risk edə bilmirsən, yoxsa iş görüşlərinə həvəsin yoxdur. Bəlkə məsləhət üçün peşəkar axtarırsan, amma pul xərcləmək istəmirsən. Biznes haqqında yenilikləri kənarda axtarmayın, mərkəzə gəlin. Dalğanı 103.3 FM-ə köklə. Saat 12-dən 14-ə kimi Rüfət Nadirlinin təqdimatında Biznes mərkəzində ol. Baş sponsor Sopsan Boya. Xüsusi sponsorlar West Hospital, Rapid Avtomobil Yağları, Green Stream International İnşaat Materialları şirkəti, Özbəkistan Ticarət Evi, xaricdə təhsil xidmətləri üzrə ixtisaslaşmış Ruf Akademik Training, kabel kanalları və metal elektrik qutularının istehsalını həyata keçirən ProNeo markası, sponsorlar Akfin Group və Bombardier restoranı. Efirimiz davam edir dostlar. Hər birinizi bir daha salamlayırıq. Biznes mərkəzi ixtiyarınızdadır. Canlı yayımımız da Araz FM-in Facebook səhifəsindən yayımlanır. Və bizə göndərilən suallar çoxdur, amma biz ilk saatımızı yekunlaşdıracaq. Çünki 3-4 dəqiqəli bir zamanımız qalıb. Amma o zamandan sonra biz xəbərlərə keçid edəcəyik. Suallarımız da çoxdur. Və ikinci saatımızı rahat bir şəkildə həm də dinləyin ki, izləyə bilsəniz, izləyə də bilərsiniz Facebook'dan. Dinləyin ki, şifrə yarışmasında ilk rəqəmi rahat bir şəkildə dinləyəsiniz və qeyd edəsiniz ki, həftə sonunda da, həftənin cümə günü də qalib olmaq imkanı qazanasınız. Bugün şifrə yarışmasında ilk rəqəmi
mən səsləndirəcəm. Özdə birazdan, ikinci saatımızda elə başlama səsləndirəcəm. Amma ikinci saatımızda daha bir yarışmamız da inşallah vaxtımız qalsa diqqətlə bizi dinləyin ki, inşallah biznes yarışması da keçirəcəyik. Hazeldən hədiyyəmiz olacaq. Bunu da unutmuruq. Bugünkü mövzumuz SEO olmaq sevdası. Xəyallar və gerçəklər nədir? Bundan danışırıq. İndi mövzu bir kənara, biz reklam fasiləsində dedik. Bugün həqiqətən SEO olmaq, müdir olmaq, təsisçi olmaq bu məsələ müzakirə edir. Amma inanın ki, bir insan şirkət qurub, işçi tapa bilmir. Başa düşürsünüz. Yəni bugün biznes mühitində ən böyük problemlərdən biri də peşəkar, yaradıcı işçini tapa bilməməkdir. O bayaq biz bir dəfə müzakirə etmişdik bunu. İşçi tərs mütənasibliyin yaranması. İşçi iş axtarır, şirkət də işçi axtarır. Yəni bu niyə belə olsun ki, belə bir tərs mütənasiblik deyə müraciət eləmişdik mövzumuzda çərçivəsində və bunu da danışmışdıq. Həqiqətən bu problem var. Qalmaqdadır. Real vəziyyəti biz də görürük, real imkanları biz də görürük. Biz də bu işin mühitin içərisindəyik. Bu da bir problemdir. Bunu da yaxın zamanda başqa bir istiqamət üzrə danışarıq və bu arada dostlarımıza təşəkkür edək. Baş sponsorumuz Sopsana minnətdarıq. Xüsusi sponsorlarımız West Hospital'a təşəkkür edirik. Praneo markasına, Roof Academic Training şirkətinə, Rapid yağlarına, Özbəkistan Ticarət Evi, Greenstream International şirkətinə və təbii ki sponsorlarımız olan Akvin Qrupa və Hazelə minnətdarıq. Və dostlar, ikinci saatımız da var, amma mən bu arada əlaqə nömrəmizi bir daha xatırladım. Ulduz 1033 bizim qısa nömrəmizdə, WhatsApp nömrəmiz, zəng edə bilərsiniz. Əgər fikriniz varsa, bugün SEO olmaq sevdası, SEO sözü var və yaxud da ki, digərində co-founder da deyirlər, nə bilim kimi sözünə təsirçidir, bitmiş, SEO da yazır, sonra vergül qoy, founder da yazır, sonra nə bilim yenə vergül qoy, davam edir, ta ki müdür sözünə qədər. Bizim bu amillərdən danışırıq, idarə etmədən danışırıq. Şirkətlərimizdə bugün idarə etmə işində də, sistemli idarə etmədə də problemlər var və buna da toxunacaq ikinci saatımızda. Bizimlə qalın deyirik və xoş əhval-ruhiyyə arzu edirik sizə. Özünüzə yaxşı baxın ki, ikinci saatda da bizimlə bərabər olmaq imkanınız olsun və bu imkanı qaçırmayanlar sizi həm də ikinci saatımızda bol yarışmalar da gözləyir. Hədiyyələr də öz yerində.
vasitəsilə süzülüb atılır. Əgər böyrəklərdə kreatin çoxalarsa, bu çox xəstəliklərdən xəbər verir. Çox zaman insanlar kreatinin artmasının əlamətlərini bilmir və buna fikir vermir. Kreatinin artmasını göstərən əlamətlər isə bunlardır. Belin aşağı hissəsində yandırıcı ağrı, bədəndə ödəm və şişkinlik, əzələ və oynaqlarda ağrılar, daim yorğunluq hissi, ürəkbulanma və iştahsızlıq, böyrəklərdə ağırlıq və onurğaya yayılan ağrı. Əgər sizdə bu əlamətlər varsa, mütləq qanda kreatin analizi verin. Müasir tibbi diaqnostika və müalicə mərkəzi olan Diaqnoz Tibb Mərkəzinin sponsorluğu ilə sağlam xəbəri dinlədiniz. Xəbər vaxtı. Hər vaxtınız xeyir olsun. Saat 1-dir. Studiyada mənəm Nigar Mahmudova. Fərid Əhmədov Ədliyyə Naziri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Fərid Əhmədov nazir vəzifəsinə təyin edilənə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini vəzifəsini tutub. O 2022-ci ildən bu vəzifəni icra edirdi. Yeniyetməyə avtobus sürməyə icazə verən valideyn cərimələnib. Baş Dövlət Yol Polisi İdarəsi yeniyetmənin avtobus sürməsini əks etdirən video görüntü barədə məlumat yayıb. Araşdırma nəticəsində hadisənin paytaxtın Xəzər rayonunda 15 yaşlı yeniyetmə tərəfindən törədildiyi müəyyən edilib. Yeniyetmə və atası ilə profilaktik söhbətlər aparılıb. Səhlənkarlığa yol verdiyini etiraf edən valideyn barəsində qanunvericiliyə uyğun tədbir görülüb. İdarə azyaşlıların sükan arxasına keçməsinə şərait yaradan valideynlərə müraciət edərək belə yanaşmanın əksər hallarda faciəyə gətirib çıxardığını bir daha xatırladır. Gənc nəsli qanunlara və ictimai dəyərlərə hörmət ruhunu da tərbiyə etməyə çağırır. 21 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumata görə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qaradağlar kənd sakini 1961-ci il təvəllüdlü Həlimə Kərimovanın 2003-cü ilin yaz aylarında ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əri 1958-ci il təvəllüdlü Məhəmməd Kərimovun başından daşla zərbələr endirərək qəsdən öldürməsi və yaşadığı evin həyətindəki su quyusunda bastırmasına əsaslı şübhələr müəyyən olunub. Həlimə Kərimovanın göstərdiyi yerdə aparılan qazıntı nəticəsində insana məxsus sümük fraqmentləri aşkar edilərək götürülüb və laborator müayinələrin aparılması üçün təqdim edilib. Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Ermənistan parlamentinin spikeri Alen Simonyan hesab edir ki, Rusiya sərhədçiləri Zvarnot hava limanında xidmətini dayandırmalıdır. Jurnalistin bu məsələnin müzakirə olunub-olunmaması ilə bağlı sualına Ermənistan parlamentinin spikeri belə bir müzakirədə iştirak etmədiyini, lakin Rusiya sərhədçilərinin oradan getməli olduqlarına inandığını bildirib. Simonyan Rusiyalı sərhədçilərə güvənmədiyini deyib. Çünki biz ölkəmizin sərhədlərinin qoruyacağıq, lakin onların qoruyacağına əmin deyiləm deyə Ermənistan parlamentinin spikeri deyib. Belə, bu sadə xəbərlərimiz bunlar idi. Müasir tibbi diaqnostika və müalicə mərkəzi olan Diaqnoz Tibb Mərkəzinin sponsorluğu ilə sağlam xəbəri dinləyirsiniz. Güclü mədə qıcqırması və göynəməsi bəzən ürəyin işemik xəstəliyinin simptomu ola bilər. Stres zamanı, yeməkdən öncə və sonra gərginlik artır. Həzm problemi və tənəffüsdə çətinlik, azca da olsa tənginəfəslik varsa, bu ürək xəstəliyinə işarə ola bilər. Bunun üçün mədə vaxtında yoxlanılmalıdır. Müasir tibbi diaqnostika və müalicə mərkəzi olan Diaqnoz Tibb Mərkəzinin sponsorluğu ilə sağlam xəbəri dinlədiniz. Ana, mən kompüterdə oyun oynayıram. Anacan, mən filmlə saçlarımı quruduram. Həyatım, mənə bir çay süz. Futbol başladı. Mən də paltarları ütüləyim də. Siz də bu vəziyyətə düşmək istəmirsinizsə, keyfiyyətli kabellərdən istifadə edin. Neotek, gücümüz gücünüzdür. Araz Radyosunda reklam vaxtı.
Əziz xanımlar, Diaqnostik Mərkəzində bahar bayramları münasibəti ilə Almaniya Federativ Respublikası hökuməti tərəfindən maliyyələşən SES proqramı çərçivəsində Almaniyadan dəvətli cərrah mama ginekoloq professor Dr. Werner Klein 4-20 mart tarixlərində pasiyentləri qəbul edəcək. Diaqnostik Mərkəzində ginekoloji xəstəliklərin diaqnostika və müalicəsi, o cümlədən sonsuzluq, qadınlarda sidik qaçırma, uşaqlıq qanaxmaları, bütün növ açıq və qapalı müasir ginekoloji əməliyyat üsulundan qərarlanmaq imkanını əldə edə bilərsiniz. Həkimin qəbulu ödənişsizdir. Qəbula say məhdudiyyəti olduğundan öncədən qeydiyyatdan keçmək mütləqdir. Ünvan Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C. Məlumat telefonu 904. Əziz xanımlar, Diaqnostik Mərkəzində bahar bayramları münasibəti ilə Almaniya Federativ Respublikası hökuməti tərəfindən maliyyələşən SES proqramı çərçivəsində Almaniyadan dəvətli cərrah mama ginekoloq professor Dr. Werner Klein 4-20 mart tarixlərində pasiyentləri qəbul edəcək. Diaqnostik Mərkəzində ginekoloji xəstəliklərin diaqnostika və müalicəsi, o cümlədən sonsuzluq, qadınlarda sidik qaçırma, uşaqlıq qanaxmaları, bütün növ açıq və qapalı müasir ginekoloji əməliyyat üsulundan qərarlanmaq imkanını əldə edə bilərsiniz. Həkimin qəbulu ödənişsizdir. Qəbula say məhdudiyyəti olduğundan öncədən qeydiyyatdan keçmək mütləqdir. Ünvan Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C. Məlumat telefonu 904. Araz Radiosunda reklam vaxtı. İş qurmaq istəyirsən, risk edə bilmirsən, yoxsa iş görüşlərinə həvəsin yoxdur. Bəlkə məsləhət üçün peşəkar axtarırsan, amma pul xərcləmək istəmirsən. Biznes haqqında yenilikləri kənarda axtarmayın. Mərkəzə gəlin. Dalğanı 103.3 FM-ə köklə. Saat 12-dən 14-ə kimi Rüfət Nadirlinin təqdimatında Biznes Mərkəzində ol. Baş sponsor Sopsan Boya, xüsusi sponsorlar West Hospital, Rapid Avtomobil Yağları, Green Stream International İnşaat Materialları şirkəti, Özbəkistan Ticarət Evi, xaricdə təhsil xidmətləri üzrə ixtisaslaşmış Ruf Akademik Training, kabel kanalları və metal elektrik qutularının istehsalını həyata keçirən ProNeo markası, sponsorlar Akfin Group və Bombardier restoranı. Heyif mən pis yanılmışam, illərdir yerimdə sayırmışam. Sənlə o şəkilləri ayırmışam, al saxla şəkilləri özündə. Saxla şəkilləri özündə, saxla şəkilləri özündə, saxla şəkilləri özündə, onsuz da gücdən dözürəm. Saxla şəkilləri özündə, saxla şəkilləri özündə, saxla şəkilləri özündə, onsuz da payız baharla əhatələnibdi dörd divarla. Sevgi və nifrəti eyni anda yaşayıram sənə qarşı. Daxiliyyatsansa yadda qalma, yoxsan artıq buradayam mən amma. Gözləyənim var sənin, get dayanma, amma saxla şəkilləri özündə. Saxla şəkilləri özündə, saxla şəkilləri özündə, saxla şəkilləri özündə, onsuz da gücdən dözürəm. Saxla şəkilləri özündə, saxla şəkilləri özündə, saxla şəkilləri özündə, onsuz da gücdən dözürəm. İsterdim zamanı dayandırıp, sonuncu qatarı yubandırım. Elimde gelmir ki yandırım, al saxla şəkilləri özündə. Şekiller, çekiller, çekilenler çekilsinler, çekilmeyenler çekinmesinler. Saçını uzat ya da papakta, gözdayan ya da ora bura bak. Bezmişim meslekten, şekilimi çeke çeke hepten. Göz
Yadında sakla ikimizin şeklini. Sakla şekilleri özünde, sakla şekilleri özünde, sakla şekilleri özünde, onsuz da güclə dözürəm. Sakla şekilleri özünde, sakla şekilleri özünde, sakla şekilleri özünde, onsuz da güclə dözürəm. Sahibkarlıq sirlərindən liderlik məsləhətlərinə qədər biznesin hər sahəsini əhatə edirik. Biznes mərkəzi həftə içi hər gün saat 12:00-dan 14:00 kimi Rüfət Nadirlinin təqdimatında. İş dünyasının aparıcı adları biznes mərkəzində təcrübələrini sizinlə bölüşür. İş dünyasının nəbzini tutan yeganə mərkəz. Biznes mərkəzi. Rüfət Nadirlinin təqdimatında. İkinci saatimiz başladı. Bəli, ikinci saatimizi gözləyənlər çox idi. Çünki şifrə yarışması var, çünki biznes yarışması var, çünki müzakirəmiz var və nahar fasiləsidir. İş yerinə qayıdıb da sonradan nahar fasiləsi edib qayıdanlar üçün imkandır ki, sükan arxasında, istirahat zamanınızda bizi rahat bir şəkildə dinləyə biləsiniz. Bayaqdan elə mən həm fasilə zamanı, xəbərlərin zamanında da bizə yazan iş adamı dostlarımız var ki, elə bir WhatsApp üzərində mən də onların fikirlərini cavablandırıram və bizi çox yaxşı bir formada dinləyən dostlarımız da var. Təşəkkür edirəm. Çox dəyərli iş adamlarına, əsl o SEO olmaq ab-havasını özündə yaşadan dostlarımıza, işinin peşəkarlarına minnətdarıq və bu dəqiqələrdə studiyamıza elə işinin peşəkarlarından biri daxil oldu. Elvin dostumuz, mükəmməlsən hər zaman kimi və ona görə əhvalın nə yüksəldi? Tüm işinin peşəkarını görəndə, o səmimiyyəti, o işgüzarlığı görəndə adam biraz özü rahatlaşır ki, bəli, olduğu məkan gözəl yerdir. Onsuz da bizim olduğumuz məkandan yoxdur. Xəzər Media Mərkəzinin bu mərkəzi bilənlər bilirlər ki, bu mərkəzin işi mükəmməldir. Çox təşəkkür edirik bu mərkəzin rəhbərliyinə ki, belə bir mühit formalaşdırıb bizə rahat bizə güvənilir və biz də rahat layihələrimizi, işlərimizi enerji ilə reallaşdırırıq və buna görə Xəzər Media Mərkəzinin rəhbərliyinə təşəkkürümüzü də bildiririk. İkinci saatimizdəyik dostlar. Biznes mərkəzində və SEO olmaq sevdası, xəyallar və gerçəklər nədir? Bax, biz bundan danışırıq. İrəlilən dəqiqələrimizdə şifrə yarışmasında ilk rəqəmini də təqdim edəcəm sizə. Diqqətli olun. Mövzumuza münasibət bildirmək istəyənlər WhatsApp-mıza yaza bilərlər. 099 810 33-ə yazmaq imkanınız var. Murad bəy bizə yazıb, inşallah bir gün mən də SEO olaram. İnşallah. Arzum odur ki, əsl peşəkar müdür olum, pulum çox olsun, işçilərim məni nəyi var çox istəsin. Əla, amma pulu çox olandan sonra bəzi müdürlər, bilmirəm indi sonra işçini saxlayacaq, sonra o pul biraz riskli məsələdir. Onu hər adamda eyni cür reaksiya vermir. Biraz üzürlə hesab edin, bunu deməliyəm. Bəzən o pul məsələsi beyin dəyişikliyi edə bilir. Edə bilirmi Saday bəy? Yeri gəlmişə mən qonaqlarımızı bir daha xatırladım. Bravo Texnologiya şirkətinin direktoru Saday Alverdi və Ruf Akademik Trening şirkətinin icraçı direktoru Nabat Hüseynzadə bizimlə bərabərdir. Dəyişə bilirmi pul beyni sonradan o müdür obrazında? Bu bağlıdır beyinə təbii ki. Yəni ümumiyyətlə belə bir beyinlər görmüsünüz? Pulun dəyişdiyi? O qədər, yəni yaxşıya və pisə doğru o qədər nümunə var ki, case olaraq. Yəni bu cari həyatımızda da hər gün görürük. O ki varlanır, kimsə dəyişir falan deyirlər arxasınca dəyişdi o. Yaxşı zarafat var, kaş pul bizi də dəyişir, amma yaxşıya doğru dəyişsin. Məncə həmin insanın keyfiyyəti ilə bağlı məsələlərdir bunlar. Bura biraz fərdi. Bəli, fərdi məsələdir. Elşən bəy yazır ki, indiki müdürləri izah edə bilmirsən ki, biraz mehriban ol, biraz özün ol. Mənim indiyə kimidir 6 müdürüm olub, hamısı da özündən razı. İşçi dəyəri bilməyənlər. Wow. Qarğış eləsəydiniz ondan daha yaxşı. Dilində işsizəm.
Belə olub da işsiz qalmısınız da. Qalaydınız müdürün yanında da. Dilində işsizəm, amma inanıram ki, növbəti işimdə 7-ci müdürüm normal olar. Yəni, inşallah ki, problem müdürdədir. Yəni, İnşallah. Onun baxımından baxın. Bəli. Samir, amma 6 müdür belə, bilməm, fərqli şirkətlərdə olmuşsunuz, yoxsa 6 müdür necə yola salmışsınız, o da bir fərqli bir avradır. Samir dostumuz yazır ki, dinləyicimiz daha doğrusu, CEO, müdür, rəhbər, direktor, nə fərq var ki? Bu bilirsiniz nə söhbət oxşuyur? Maklerin də özünə makler demir, deyir ki, realtordur mənə. Yaxud da müəllim öz evində uşaq hazırlayır, deyir mənə repetitordur. Biraz fərqlənmək kobud görünə bilər. İndi hamısının sirrisinə baxırsan, 20 il öncəki işinə CEO yazır. 20 il öncədir CEO var idi. Yəni, nəzərə alaraq var idi. Nəzərə aldı, amma nəzəri deyil. Nəzəri yox idi. Siz necədir? 2003-2004-də kim özünə CEO deyirdi? O heç kim. Bizim ölkə direktor üzərində qurulmuşdu. Amma siz CEO olmaq üçün, CEO imенно bu ifadədən gedirsə söhbət, sırf bu ifadədən gedirsə söhbət, yəni sizin subunuzda şöbələr, departamentlər, çalışanlar və proses olmalıdır ki, siz idarəçi olasınız və ümumiyyətlə CEO olasınız. Açılışı da zaten əldə. Bəli. Baş idarəçi gedir bunun açılışı. Çoxlu idarəçi var və siz onun başındasınız. Söhbət əgər bir mütəxəssis və sizdən gedirsə, bu biraz gülməlidir ki, hansı ki vəziyyətimiz budur. Gülməlidir. Digər suallar da var, onları da birazdan keçəcəyik. Nəbat xanım, sizə də uyğun olan təhsillə bağlı da sual var. Yeri gəlmişkən təhsil idarə etməsinə bağlı. Bu dəfə sizi xaricdə təhsilə bağlı çox narahat eləməyiblər. O yəqin ki, qalıb növbəti Rüfət dostumuzun ümidinə. Keçən həftə xatırlayıram ki, çox mükəmməl bir suallar gəlmişdi xaricdə təhsilə bağlı və yenidən Ruf Akademik trening şirkəti fərqlənirsiniz, maşallah olsun. Və suallarımızı birazdan səsləndirəcək yenidən gəlsin şifrə yarışmamızda. İlk rəqəmimiz. Bəli, şifrə yarışmasının xəbərdar olmayanlar deyək ki, biz həftənin 1-ci gündən şifrə yarışmasına başlayıb həftənin 5-ci günü qalibin seçim günüdür və şifrə yarışmasında hər həftə 3 rəqəm oynanılır. 3 fərqli rəqəmlər, amma siz efirimizi diqqətlə dinləməlisiniz ki, həftənin cümə gününə qədər rəqəmləri diqqətlə yadda saxlayıb 5-ci günü ilk o rəqəmləri göndərən təbii ki, bizdən qalib olacaq və rapid yağlarına hədiyyə sizindir. Gözəl bir rapid yağlarına avtomobili olanlar və bu imkanı siz 2 qat qazana bilərsiniz. Şifrə yarışmasında ilk rəqəmimiz 3. Bəli, 3 rəqəmidir. Bir daha səsləndiririk. Şifrə yarışmasında ilk rəqəmimiz 3-dür. Bunu yadda saxlayın. Növbəti 2 rəqəmi də növbəti günlərdə deyəcəyik. Ona görə yadda saxlayın. Və digər fikirlərdə də keçid edəcək, amma indi reklam fasiləsidir. Gəlin reklama keçid edək, reklamdan sonra digər sualları da səsləndirərik. Çünki 7-8 sual da bizi gözləyir. Ondan sonra davam edəcək. Bizimlə qalın. Gününüzü xoş keçirəcək, üzünüzü güldürəcək, sizə hədiyyə qazandıracaq bir şou gəlir. Səhər şousu. Bəli, 100%. Saat 8-dən 10-a kimi. Rüfət Nadirli və Aysel Şahinin təqdimatında 100% səhər şousu. Verilişin baş sponsoru Mətanət Taş şirkəti, xüsusi sponsorlar Al Market, Westtown yaşayış kompleksi, Qanun mühasibatlıq şirkəti, Dev avtomobil yağları, sponsorlar Mamacan restoranlar şəbəkəsi və Sveji Şirniyyat evi. İş qurmaq istəyirsən, risk edə bilmirsən, yoxsa iş görüşlərinə həvəsin yoxdur. Bəlkə məsləhət üçün peşəkar axtarırsan, amma pul xərcləmək istəmirsən. Biznes haqqında yenilikləri kənarda axtarmayın. Mərkəzə gəlin. Dalğanı 103.3 FM-ə köklə. Saat 12-dən 14-ə kimi Rüfət Nadirlinin təqdimatında biznes mərkəzində ol. Baş sponsor Sopsan Boya, xüsusi sponsorlar West Hospital, Rapid avtomobil yağları, Green Stream International İnşaat Materialları şirkəti, Özbəkistan Ticarət evi, xaricdə təhsil xidmətləri üzrə ixtisaslaşmış Ruf Akademik Training, kabel kanalları və metal elektrik qutularının istehsalını həyata keçirən ProNeo markası, sponsorlar Akfin Group və Bombardier restoranı. Sosial qayğılar gündəlik həyatımızın əsas hissəsidir. Bu qayğılardan sizi biraz da olsa azad etməyə çalışırıq.
Elnarə Sadıqovanın təqdimatında qəbul vaxtına gəlin. Müxtəlif dövlət qurumlarının əməkdaşları ilə xidmətinizdəyik. Qəbul günlərimiz həftə 2-5 gün. Saat 2-dən 4-ədək. 103.3 FM. Dövlət qurumları ilə vətəndaşları qovuşduran radio. Araz Radyosu'nda reklam vaxtı. Məişət texnikasından inşaat materiallarına, evin üçün hər şey Abşeron Ticarət Mərkəzində. Uçsuz bucaqsız məkanımızda limitsiz və ödənişsiz parking. Abşeron Ticarət Mərkəzi. Evin üçün hər şey. Ünvan Rökbatan dairəsinin yanı. Boya axtaran insan, sona dək qulaq assan, işin olar asan. Hansı rəngi axtarsan, mağazaları dolaşsan, ustalardan soruşsan və istəmirsənsə nöqsan, bir cavab alarsan. 25 ildir, Sopsan. West Hospital pasiyentlərin müayinə və müalicələrinin hər zaman qüsursuz və dəqiq olması naminə bir neçə tibbi şöbələri yeni və müasir tibbi cihazlarla təchiz etmişdi. Əlaqə Ulduz 7606. 2018-ci ildən fəaliyyət göstərən Greenstream International inşaat materiallarının və alətlərinin ölkəmizə idxalı və distribusiyası ilə məşğuldur. Hazırda şirkət bir çox aparıcı istehsalçıların Azərbaycanda rəsmi nümayəndəsidir. Ölkə üzrə 4 filialı malik Greenstream International inşaat sahəsində illər ərzində yüksək təcrübə qazanmış mütəxəssislərdən ibarətdir. Müxtəlif inşaat materiallarından istifadə etmək üçün 055 203 60 10 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Greenstream International keyfiyyət zəmanətimizdir. Rapid markası Alman texnologiyası ilə Birləşmiş Ərəb Əmirliklərində istehsal olunur. Azərbaycanda rəsmi nümayəndəlik All Oil MMC-yə məxsusdur. Minik və yük maşınlarının mühərrik yağları, sürət qutusu yağları, antifrizlər və digər çeşidləri mövcuddur. Ölkəmizdə 500-dən çox satış nöqtələrində Rapid yağlarını əldə edə bilərsiniz. Telefon 099 941 14 14. 7 ildir fəaliyyət göstərən Ruf Akademik Trening şirkəti IELTS, SAT, ümumi ingilis dili, xaricdə təhsil və digər təhsil xidmətləri ilə tələbələri parlaq gələcəyə hazırlayır. Şirkət minlərlə gəncin xaricdə təhsil xəyallarını gerçəkləşməsinə dəstək olub. Təhsil planlarınızı peşəkarlarla birlikdə həyata keçirmək və uğurlu nəticə əldə etmək üçün Ruf Akademik Treningə müraciət edin. Telefon 012 489 4496. İlk çərşənbə axşamı hamı Salitonda olacaq. 26 fevral 3 mart tarixlərində 13 personluq Beko Qabjuyan 569 manat 99 qəpik. Beko 330 litrli Nofrost soyuducu 829 manat 99 qəpik. 7 kiloqramlıq LG paltar yuyan 999 manat 99 qəpik. 270 litr tutumlu rifil soyuducu isə 349 manat 99 qəpik. Çərşənbəniz mübarək. Saliton, telefon 180. Rəsmi sayt saliton.az. Diqqət! Madeira'dan özel kampanya başladı. Mağazamızdan kreditle alınan bütün mebellərə tam 15% indirim olacaq. Nağd alışlarda isə maksimum endirimlər sizi gözləyir. Bu fürsətdən yararlanmağa tələsin. Madeira, Ulduz 9696. Fərdi sahibkarlara xoş xəbər. Təcili pul lazımdırsa, istədiyiniz ABB-də bankdan təcili krediti cəmi bir günə əldə edin. 350 min manata qədər, 36 ayədək, girovsuz, 12%-dən başlayan faizlə. Ətraflı 937. Araz Radyosu'nda reklam vaxtı. Sahibkarlıq sirlərindən liderlik məsləhətlərinə qədər biznesin hər sahəsini əhatə edirik. Biznes mərkəzi həftə içi hər gün saat 12:00-dan 14:00 kimi Rüfət Nadirlinin təqdimatında. İş dünyasının aparıcı atları biznes mərkəzində təcrübələrini sizinlə bölüşür. İş dünyasının nəbzini tutan yeganə mərkəz. Biznes mərkəzi. Rüfət Nadirlinin təqdimatında. Efirimiz davam etməkdədir. İkinci saatdayıq, dəyərli dostlar. Mikrofon önündə mənəm Rüfət. Saat 2-yə qədər bərabərliyimiz var. Müzakirələrimiz davam edir və yeri gəlmişdən bildirim ki, bizim biznes mərkəzi layihəmiz artıq ölkəmizdə keçirilən yenidən bu mövsümdə də əksər forum və tədbirlərin, biznes forum və tədbirlərin tərəfdaşı olmaqda davam edirik və bizi qarşıda
Agroforum keçirildi yeri gəlmişən. Orada da biz böyük ölçüdə yeganə media tərəfdaşı biz idik. Biznes mərkəzi layihəsi idi. Həm mənim biznes mərkəzi, həm də biznes adamı layihəsi. Bilirsiniz ki, bir biznes layihəm də qardaş radyo olan Xəzərin dalğasındadır və bu iki layihəmiz Azərbaycanda reallaşan əksər biznes tədbir və forumlarda tərəfdaş olmaqda davam edirik və qarşıda bizi vergi və mühasibatlıq zirvəsi forumu gözləyir. Səhv etmirəmsə ayın 16-sı mart tarixində reallaşacaq. Biz də orada olacaq və tərəfdaşlığımızda davam etdirəcək inşallah. Milli İnsan Resursları forumu var. Orada da biz tərəfdaşıq və indi 2 böyük bir forum gəlir, hətta 3 deyim sizə. Orada da böyük ölçüdə artıq bütün forum keçirənlər bizimlə tərəfdaşlıqla maraqlıdırlar. Biz də həmçinin və inşallah həmin forumlarda da adlarını çəkəcəm. Çox yaxın günlərdə digər forumlarla bağlı və Özbəkistanda işgüzar bir biznes tədbir forum gerçəkləşmişdi. Orada da biz media tərəfdaşı olaraq yeganə media tərəfdaşı idik və bilirsiniz ki, ötən həftə mən ölkəm Azərbaycanda deyildim. Elə bu media tərəfdaşlığı çərçivəsində Özbəkistana yollanmışdım və oradakı biznes tədbirləri, biznes görüşlərini, networking, B2B-ləri elə geniş formatda efirimiz vasitəsində isti-isti canlı yayımla biz başa Özbəkistandan da bağlanmışdıq. Yaxınlarda daha bir neçə səfərimiz olacaq, o barədə məlumatlandıracaq. Sonra Türkiyə səfərimiz var. Orada da bir layihəmiz olacaq və növbəti aylarda İzmirdə böyük bir tədbir gerçəkləşəcək bizneslə bağlı və həmin forum və tədbirin də tərəfdaşı biz olacaq. Və ölkəmizdə də tədbirlər çoxdur. Elə gəlmişəm bugünkü efirimizdən sonra mən media və reklam sahəsi üzrə B2B görüşlər olacaq, B2B masası olacaq. Bugün Akyabın təşkil etdi və biz də orada olacaq inşallah və detallı sabahki efirimizdə də müzakirə apararaq. Bizə yazanlar var idi mövzumuz çərçivəsində. SEO olmaq sevdası, xəyallar və gerçəklər nədir? Bax, bu mövzu çərçivəsində bizə yazıblar. Musa bəy təhsillə bağlı yazmışdı. Gəlin Nabat xanıma keçid edək. Nabat xanım, yəni bu əslində nigaran qaldığı məqamlar çox idi. Narazı qaldığı məqamlar. Çünki deyir, bugün təhsil şirkəti çoxalıb, idarə etmə çox zəifdir. Necə gəldi idarə olunur, amma təhsil sahəsi çox önəmlidir və çox məsuliyyətlidir. Necə idarə olunmalıdır təhsil markası? Əslində mən düşünürəm ki, biz elə bu sualın qaynağındayıq. Çünki biz gələcəyin kadrlarını yetişdiririk, hansı ki onlar da gələcəkdə elə sahibkar, idarəçi və yaxud da çalışan rollarında olacaqlar. Ona görə düşünürəm ki, bu mövzuda üstümüzə çox yük düşür və işimiz bu mövzuda çox əhəmiyyətlidir. Amma mən düşünürəm ki, həm təhsil şirkətlərində, həm bütün şirkətlərdə prinsiplər olmalıdır. Bu prinsiplər nələrdir? Məsələn, mənim üçün prinsiplərdən biri düzgün və şəffaf kommunikasiyanın qurulmasıdır. Mən düşünürəm ki, işdə bu qurulduqdan sonra bir çox məsələlər həll olunur və bəzən problemlərin qaynağı olur ki, işçilərlə idarəçilər arasında kommunikasiya qırıqlığı yaşanılır və məncə burada birinci prinsip düzgün və şəffaf kommunikasiyanı əhatə edən bir sistem qurmaqdır. İkinci məsələ, məsələn biz tələbələrimizə yanaşdığımız zaman həmişə bunu edirik və nəticələrimiz də deyə bilərəm ki, bunu göstərir ki, 6 il ərzində bunu etməyə çalışmışıq. Bu nədir? Biz bizim görüşdüyümüz hər tələbəyə fərdi yanaşıb və onları potensiallarının ən yüksək səviyyəsi haradsa, ora göndərməyə çalışmışıq xarici təhsildə. Məsələn, elə tələbə olur ki, bu top 1-dir, elə tələbə olur ki, bu top 100-dür və biz eyni strategiyanı əməkdaşlarımıza da tətbiq eləmişik. Biz əməkdaş götürdüyümüz zaman hətta dəfələrlə olub ki, elə şəxslərlə başlamışıq ki, onların sıfır təcrübəsi var, lakin gözlərində o işıq var ki, biz onları düzgün şəkildə planlasaq, istədiyimiz mərtəbəyə yetişdirə bilərik və davam edə bilərlər. Və bizə çox şəxslər var ki, tələbəlikdən başlayıblar. Yəni, məsələn, Rüfət müəllimin IELTS-da tələbəsi olub və Rüfət müəllim tələbəsi olduğu vaxt görüb ki, onları yetişdirə bilərik və onlar sonra gəliblər hansı bir departamentin başına rəhbər səviyyəsindən belə keçiblər. Bizim orada hər şəxs üzərində dəyərləndirdiyimiz zaman belə bir strategiyamız olur ki, onun potensialının maksimum nədir və biz onu o yolda necə dəstək ola bilərik. Və əməkdaşlarımızın, hətta məsələn, müəllim kollektivimizin gəlir məsələsi onların şəxsi inkişafından birbaşa paraleldir.
Yəni sistemimiz onu təmin olunub ki, siz nə qədər daha yaxşı müəllim olarsınızsa, nə qədər daha beynəlxalq sertifikatlarınız olarsa, buna IELTS, TESOL, TOEFL, CELTA kimi beynəlxalq sertifikatlar daxildir. Bu sizin gəlirinizə də təsir edəcək. Yəni onların motivasiyası onların inkişaflarındadır. Bu şəkildə bir sistem qurmağa çalışmışıq. Bu həmçinin qeyri-akademik komandamıza da daxildir. Dediyim kimi, ola bilər ki, onlar sıfır təcrübə ilə başlasınlar, amma onların işığı olarsa, bizim sistemimiz onları yaxşı bir yerlərə dartacaq və onlar da özləri müşahidə edirlər ki, burada inkişaf var. Yəni, onlar özləri çalışarlarsa, vəzifə olaraq da dəyişə bilərlər, maddi gəlir olaraq da dəyişə bilərlər. Əla, yeri gəlmişkən mən əlavə deyim, Suad Saday dostumuza təqdim edəcəm və indi bəlkə də bu fikirləri desə, Nabat xanım düşünür ki, mən bu fikirləri desəm özümüzü reklam kimi edəcək, amma özümüzü tərif kimi, amma mən deyim ki, Ruf Akademik Trening şirkəti minlərlə gəncin xaricdə təhsil xəyallarını gerçəkləşdirib və bu %100-dür və hər zaman da başımızı uca edən bir markadır və şirkət 1400-dən çox tələbə dünyanın 35 müxtəlif ölkəsində fərqli universitetlərə, 250 nəfərdən çox tələbə də məhz top 100 universitetə daxil olub. Bütün bunlar Ruf Akademik Trening şirkətinin uğurlarıdır. Deyilən sözlər öz nəticəsini verməkdədir. Sadə dostumuz, bu nəticələrə fikriniz varmı? Görürsünüz, yəni idarə etmə belə olar. Sadəcə möhtəşəmsiz. Məncə davamlı olsun. Daha da böyük gün inşallah. Çox sağ olun, minnətdarım. Əla. Və digər, bu sualla əlavəniz var mı təhsillə bağlı? Xaricdə təhsil idarə etməsi, şirkətin idarə etməsi ilə, ümumiyyətlə təhsil şirkətinin idarə etməsi ilə bağlı. Əslən, Nabat xanım bütün məqamlara toxundu. Çünki təhsil gələcəkdə gedəcəyimiz hər hansı məsafənin ilkin addımıdır. O addım bina kimi düşünək də təməli. Təməli nə qədər sağlam olarsa, irəlisi o qədər uzun olacaq. İşte 16 mərtəbə olsun, 20 22 fərq etməz. Biz mümkün qədər təməlimizi sağlam eləməliyik ki, mərtəbələrə qədər qalxacağımız ikinci məsələdir. Bir də çox sürətli toxunacağım məsələ nədir? Toxun. Təhsildən ziyadə bizim əmək bazarında əməkdaş qıtlığımız var. Bu qıtlıq əslində say olaraq hər kəs var. Yəni saydır, müəyyən qabiliyyətləri var, amma tam peşəkar qabiliyyətlər olmur. Baxırsınız ki, adamın 3 iş dəyişib, amma hələ də formalaşmayan qabiliyyətləri var. Yəni müraciət elədiyi və çalışdığı vəzifə ilə bağlı qabiliyyətləri yetərsizdir. Təsəvvür edin də, yəni. Çünki daha öncə çalışdığı şirkətdə bunun eyni funksiyaları idarə edib, icra edib daha doğrusu, üzərində rəhbər şəxs olub, eyni proses olub. O 3 komponenti götürürük, gələcək yeni işə gətirməlidir o. Baxırıq ki, əksikliklər var. Öz qabiliyyətində var, işə icra funksiyasında zəifliklər var, fərdi inkişaf yönündə əksikliklər var. Mən burada günahı şirkətlərdə və həmin o rəhbər şəxslərdə görürəm. Bunu çox birbaşa ifadə edirəm. Onda niyə görə ki? Çünki hər bir biznesin sosial məsuliyyəti var. Biz önümüzdəki illərdə əməkdaş qıtlığından bu gün əziyyət çəkiriksə, bunun səbəbi daha öncə işləyən şəxslərin onları yetişdirmək üçün şərait yaratmamasıdır. Yəni, məsələn, mən öz idarə etmemdə olan yoldaşları düzgün pozisiyalarda dəyərləndirməliyəm. Ola bilər ki, X yerdə doğru deyil, onu Y yerdə dəyərləndirməliyəm. Plus, onların əksikliklərini aradan qaldırmağa çalışmalıyam. Peşəkar vərdişlərini mən aşılamalıyam, şəxsi olaraq, hansı ki, onların indiki yolunu mən keçmişəm. İnkişaf yönümlü tərəflərini isə şirkət dəstəkləməlidir bu sosial məsuliyyət tərəfini icra edərək ki, mənlə çalışdığı müddətcə öyrənəcəyi funksiyaları və 3 il sonra gedəcəyi, 1 il sonra gedəcəyi yerdə tətbiq etməlidir. Və bu bir zəncirvari geri dönüş deyə, circle-dır da. Yəni, mənlə çalışan yoldaş 5 il sonra mənim şirkətimin rəhbəri olaraq qayıda bilər. Məndən çıxıb peşəkar kimi getsin və peşəkar olaraq geri qayıtsın. Yəni, bunu istəyirik əslində. Təşəkkür. Təşəkkür edirəm, minnətdarlığımızı bildiririk və suallar çoxdur. Suallara keçid etsək, yarışmamız qalacaq. Gəlin yarışmaya da daha bir yarışmaya keçsədə, şifrə yarışmasını biz dedik, bir rəqəmimizi demişik bugün. Amma bugün indi bu dəqiqələrdə biznes yarışmasını edək. Çox maraqlı bir sual təqdim edəcəm sizə. Qalib olsanız Hazel'dən hədiyyə var. Hazırsınızsa biz də hazırıq hər zamanki kimi. WhatsApp nömrəmiz 099 810 33'dür. Birinci olmaq üçün tələsmək lazımdır, söz yox. Vaxtımız var yarışma üçün. Bəlli bir vaxt veririk. 5 dəqiqə, 6 dəqiqə, 7 dəqiqə. Amma siz dəqiqələri gözləsəniz gedişəcəksiniz. Çünki rəqabət çoxdur, yazanlar həddən artıq çox olur bizə. O yüzdən də birinci olmaq. Əgər sualın cavabını bildinizsə, qonşudan soruşmayın ki, bu görəsən mən düzmü cavab göndərdim. Amma siz əgər düzgün cavab bilmirsinizsə, amma dost tanışa deyin. Bəlkə onlar düzgün cavab təqdim elədi. Hədiyyəni bölərsiniz də, problem deyil. Zaten Saday dostumuz elə eləyərdi. Sualımız gəlir. Hansı səbəbə görə hər yeni iPhone təqdimatı edilərkən
təqdimat zamanı istifadə olunan telefonlarda saat 9:41-ə qurulur. Yəni 09:41-ə qurulur. Desək də ona 20 dəqiqə qalmışdı. Necə dəyərləndirirsiniz də? Yəni 9:41 olur orada. Səbəb. Cavab nə olardı sizcə? Hansı səbəbə görə hər yeni iPhone təqdimatı edilərkən təqdimat zamanı istifadə olunan telefonlarda saat 9:41-ə qurulur? Hansı səbəbə görə? Bunun cavabını yazmaqda fayda var ki, birinci olasınız, qalib olasınız, həm də görək cavabı bilən varmı? WhatsApp nömrəmizə göndərin, zəhmət olmasa. 099 810 33. Hansı səbəbə görə hər yeni iPhone təqdimatı edilərkən təqdimat zamanı Saday mənim iPhone-una baxır ki, ilk alanda görəsən screenshot edmişdikmi? Niyə 9:41-də idi? Hansı səbəbə görə hər yeni iPhone təqdimatı edilərkən təqdimat zamanı istifadə olunan telefonlarda saat 9:41-ə qurulur? Hansı səbəbə görə? 099 810 33 ixtiyarınızdadır. Düzgün hesab etdiyiniz variantı göndərirsiniz WhatsApp-a. Son 3 dəqiqədə vaxtınız var. Hansı səbəbə görə hər yeni iPhone təqdimatı edilərkən təqdimat zamanı istifadə olunan telefonlarda saat 9:41-ə qurulur? Hansı səbəbə görə? Cavabını sizdən istəyirik. Və bu arada dostlarımıza təşəkkür edirik. Baş sponsorumuz Sopsan'dır. Ev təmin edirsinizsə, bir dostumuz yenə mənə foto göndərmişdi. Dinləyicilərimizdən biri deyir ki, siz dediniz, biz aldıq və razı qaldıq. Sopsan demək keyfiyyət deməkdir. Razı qalacaqsınız. Ulduz 45-45 ixtiyarınızda ev təmirində, boya seçimində başqa bir marka axtarmağa da dəyməz. Ruf Akademik Trening şirkətinə təşəkkür edirik ki, peşəkar iş görürlər və siz də təhsil planlarınızı elə Ruf Akademik Trening şirkətinə etibar edə bilərsiniz. 012 489 44 96 əlaqə nömrəsidir. Sağlam olmaq üçün West Hospital ixtiyarınızdadır və West Hospitalın təcili tibbi yardım xidmətləri də var. Respublika ərazisində xəstələrin nəql olunması ilə yanaşı həkim müayinəsi, laborator analizlərin götürülməsi, həmçinin kardioloji və ultrasəs müayinələr də elə ünvanda icra edilir. Əlaqə Ulduz 7606-dır. 6 ildir ki, fəaliyyət göstərən və xeyli uğurlu layihələr imza atan Praneo şirkətindən danışım sizə. Metal kabel və havalandırma kanalları, eləcə də bütün növ elektrik qutularının istehsalını həyata keçirir. Şirkətin xidmətlərindən yararlanmaq istəyənlər 070 282 28 72 nömrəsinə əlaqə saxlaya bilərlər. Praneo şirkətinin 3000 növ məhsul çeşidi də var. Avtomobiliniz üçün yüksək keyfiyyətli yağ axtarırsınızsa, çox düşünmürsünüz, Rapid yağlarını alın, məni kimi edin. Qiymətdə də indirim var. Keyfiyyətdə üzərindədir. Alman texnologiyası ilə Birləşmiş Ərəb Əmirliklərində istehsal edilir. Azərbaycanda 500-dən çox satış nöqtələrində Rapid yağlarını rahatlıqla əldə etmək olar. Şirkətlərə səslənirik ki, yeni biznes imkanları qurmaq istəyənlər Özbəkistan Ticarət Evi qapıları üzünüzə açıb. Yeni biznes imkanları qura bilərsiniz. Ağşəhər Fəvvarələr bir küçəsində yerləşir və həftənin də 6 günü ixtiyarınızdadır. Müxtəlif inşaat materiallarına, keyfiyyətli inşaat materiallarına sifariş vermək niyyətiniz varsa, Green Stream International şirkətinə başvursanız, bu elə kifayətdir. Maliyyə, mühasibatlıq, vergi və kadr xidmətləri sahəsində çox mükəmməl bir iş görürlər. Peşəkar komanda 17 illik təcrübə. Bəli, söhbət Akfin qrup şirkətindən gedir. Sual vermişdik ki, son bir dəqiqə vaxtımız var. Hansı səbəbə görə hər yeni iPhone təqdimatı edilərkən təqdimat zamanı istifadə olunan telefonlarda saat 9:41-ə qurulur? Hansı səbəbə görə? 099 810 33 WhatsApp nömrəmizə hələ son saniyələrdə fikirlərinizi göndərə bilərsiniz.
Sən nə çəkirəm bilsən, mənim gərəyim sənsən. Sənin gecələr gülər, əsər başım dönər. Ruhum dincələr, gülər, yanar olsun Sənin gecələr gülər, əsər başım dönər. Ruhum dincələr, gülər, yanar olsun Sənin gecələr gülər, əsər başım dönər. Ruhum dincələr, gülər, yanar olsun Sənin gecələr gülər, əsər başım dönər. Ruhum dincələr, gülər, yanar olsun Efirimiz davam etməkdə də yeri gəlmişəm. Bayaq səsləndirdik ki, biz də tərəfdaşıq. Hansı ki, bu ölçüdə media tərəfdaşı. Deməli, Milli İnsan Resursları Forumu MIRF 2024 deyək. Unutdum bayaq. Həmin forumda böyük ölçüdə dəstəkçilər sırasında, sponsorlar sırasında Ruf Akademi trening şirkəti var. Değil mi Nabat xanım? Neçənci dəfədir? Biz artıq 3-cü səfərdir Milli İnsan Resursları Forumunda sponsor olaraq iştirak edirik. 2 dəfə baş sponsor olaraq, bu il platinum sponsor olaraq iştirak edəcəyik. Amma hər kəsi gözləyirik, məncə forum olacaq. Çox mükəmməldir. Sizinki markalar varsa həqiqətən həm də orada təşkilatçılıq çox önəm kəsb edir. Həm də orada Rafiq bu işi çox yaxşı bilirlər. Facemark da varsa orada, təbii ki, Rafiq dostumuz da varsa, buradan da salamlayırıq dostumuzu. Onun komandası orada varsa mükəmməl iş olacaq. Orada geri gəlmişdən həmin forumun artıq mən səsləndirmələrini belə etmişəm. İndidən deyim sizə. Orada elə bizim forumda ötən mövsüm olduğu kimi bu ildə də forumlarda, təqdimatlarda mənim səsimdə rahat bir şəkildə dinləmə imkanınız olacaq. Amma Ruf Akademi trening şirkəti mükəmməl həqiqətən də Nabat xanım sizə seçilən layihələrə önəm verdiyiniz üçün və belə həssas mövzulara dəstək olduğunuz üçün mən bir daha sizə, Rüfət adaşım, dostumuza minnətdaram ki, çox cəmiyyətimiz üçün faydalı olan, şirkətlərimiz üçün faydalı olan, inkişafa meyilli. Bax, inanın ki, mən hər zaman böyük bir tədbirlər olur. Tədbirlərin əhəmiyyəti çox önəmlidir və çox təəssüf olsun ki, bəzən elə xırda tədbirlər də eləyirlər. Təbii ki, var, yəni nəticəsi olmayan, o arada avarslar var idi ki, adam həsrətlə avarslara baxırdı ilin ən yaxşılarına, amma bu dəqiqə o avarsların da əhəmiyyətini azaldıblar, çox təəssüf olsun. O xırda işlər görməklə, çox dərinə getmək istəmirəm insanların belə işinə maneçə törətmək kimi. O avarsları gözdən salmaq, qapı-qapı gəzmək, nə bilim, gəlir sənin də siz də avarsa təqdim edə. Yəni bu kimi yanaşma olmamalıdır. Yəni avarsların özünün bir çəkisi var. Yəni mən xüsusi olaraq avarsa toxundum. Yəni bir nümunədir. Forumların da, tədbirlərin də bir gözəlliyi var. Buradan da səslənirik, dostlarımız, inanın, əgər o işi bacarmırsınızsa etməyin. Valla etməyin. Bacardığınız işlə məşğul olun. Forum əlinizdən gəlmirsə, niyə bunu edəsiniz? Tədbir əlinizdən gəlmirsə, qoyun elə peşəkarlar eləsin, qoy Rafiq dostumuz eləsin, qoy Rafiq dostumuz kimi peşəkarlar eləsin ki, bu işin keyfiyyəti olsun və biz də ondan zövq alaq. Tədbirin də gözəlliyi olmalıdır. Biznes forum keçirirsə onun gözəlliyi olmalıdır. Xələl gətirmin o gözəlliklərə. Avarslara o qədər gözdən salırlar ki, mən avarslara bu yeni ildən sonra getmədim. Yəni bir-iki xırda inandığım yeri çıxmaq şərtilə çoxuna getmədim. Əhəmiyyətsiz ediblər tədbirləri. Etməyin belə şey. O əhəmiyyətli formada edilən insanların işinə xələl gətirirsiniz. O nüfuzlu şəkildə edilən insanların işinə xələl gətirirsiniz. Orada o rol alan sponsorlara xələl gətirirsiniz. Bu işi peşəkarlara həvalə edin, qoy onlar görsünlər. Ona görə də forumlara da bu aiddir. Yəni forumları da adələşdirməyin. Forumları da qoy elə peşəkarlar eləsin. Qoy elə forumlarda da peşəkar sponsorlar dəstək olsun. Necə ki biz bayaq xatırlatdıq, istər vergi mühasibatlıq forumu, istər Milli İnsan Resursları Forumu, Agro Forum hansı ki reallaşdıq. Belə işlər görmək lazımdır. Yəni mən də forum keçirdim, mənim də adım siyahıda olsun. Vallahi o yanaşma sizə doğru gətirməyəcək. Oradakı şirkətlər də sizdən sonra üz döndürəcəklər. Görün bu MIRF 2024 forumu o qədər əhəmiyyətlidir ki, artıq 3-cü dəfə keçirilir, növbətdə dəfə keçirilir. Hər dəfə növbətdə dəfə keçirilir. Ruf Akademi trening şirkəti orada var. Niyə var? Çünki faydalılıq var o işin içində, keyfiyyət var. Keyfiyyətli iş görmək lazımdır. Elə mən də buradan səslənirəm dostlara ki, vallahi peşəkar bir iş görəndə
ona ürəyinizi qatın, ona sevginizi qatın, coşqunuzla qatın, məsuliyyətinizlə gəlin. Biz bu layihələr eləyirik. İnanın ki, mən Namad xanım özü təsdiqləyər, Saday dostumuz. Biz efirə 2-3 gün öncədən hazırlaşırıq. Gecəmizi, gündüzümüzü veririk ki, insanlara xeyirli olaq. Biz dinləyicilərimizi çox istəyirik. Biz dinləyicilərimizə dəyər veririk. Bizi dinləyən insanlara dəyər veririk. Biznes sahəsində olan insanlara dəyər veririk ki, efirimizi nəyəsə xatir etmirik. Yəni efir etmək də bir gözəllikdir. İnsanlara informasiya təqdim etmək də, hədiyyə təqdim etmək də, bir maraqlı informasiya verməkdir. Bunlar çox-çox əhəmiyyətlidir. Ona görə etdiyimiz işin dəyərini bilək. Yola verdi. O dırnaq içərisində deyək, o işlər bizə başucalığı gətirməyəcək. Biznes mərkəzində, biznes yarışmasında isə qalibimiz var. Onu biz birazdan canlı yayıma qoşacağıq. Qalibimizi canlı yayıma qoşuruq və reklamdan sonra canlı yayıma qoşacağıq. Amma hələ ki bir sualımız vardı. İstərdim ki, Saday dostumuz buna cavab versin. Sualımız qalmasın. Çox vaxt sahibkarlar tərəfindən belə bir fikir səslənir ki, dinləyicilərimizin birinin fikridir. Heç kim mənim kimi can yandırmayacaq. Bu can yandıran ümumiyyətlə kimdir? Necə biri olmalıdır Saday dostumuz? Belə bir sual gəlib bizə. Can yandırmaq belə bu hal və hərəkətləri deyək də, emosiyası məncə bizim regiona məxsus bir haldır. Yəni düşünmürəm ki, böyük şirkətlərin məsələn Warren Buffett oturub deyir ki, bir dənə can yandıran olsaydı milyar bir dənə can yandır, bir də yaxşı bir layihəyə görə nətər olur. Bu emosional düşüncədir. Əslində bayaq başda danışdığımız mövzulardır. Yəni etibarlı insanı biznesin başına qoymaq, nə bilim, ya da yaxınım ora təyin edim ki, özüm rahat evdə otura bilim. Bu kimi faktorlar əslində gətirir can yandırma mövzusuna. Çünki axırda həqiqətən can yanır. Bir də ayılır ki, nə gündəyəm yəni. Biz belə düşünməmişdik axı yəni. Biz belə deməmişdik. Biz belə deməmişdik. Xalaoğlu nə oldu? Sənin bu qovum sevdan bitmir də. Bu suala bir əlavə Buyurun, əlbəttə ki. Bir dəfə mənim mentorum bu mövzuda çox xoşum gələn bir fikir ifadə eləmişdi. Deyir ki, bəzən şirkətlər elə adamlar axtarırlar ki, onlar güvənilir olsun, onların güvənilir olmasına güvənirlər. Amma mən düşünürəm ki, məsələn deyir, bu belə bir şeyə bənzər. Bir otaqdır, otaqda tutam ki, bir əməkdaş pul var orada və biz elə adam seçirik ki, o adam güvənilir adam olsun ki, pul götürməsin. Amma deyir ki, mən çalışıram ki, elə seçim ki, otaqda məsələn deyir, mənim kameram var, mən o kamerada sistemdən onu görürəm. Yəni o kamerada sistemdir. Yəni mənim nəzarətim zaten var. Onun necə olması mənim üçün fərqi yoxdur. Zaten orada bir səhv edərsə, mən bunu görəcəm. Və bunu belə bir fikirlə əsaslandırmışdı. Bu çox təbii və sadə bir misal olacaq. Deyir, siz deyir çalışırsınız ki, elə adamlar götürəsiniz ki, onlar oğru olmasınlar. Amma deyir, əslində elə adamlar götürmək lazımdır ki, yəni onların oğru bacarıqları olsun, amma bacarıqları olduğu halda bunu etməsinlər. Yəni, bacarıqlar vacib prinsipdir. Biz bacarıqsız əməkdaşlar götürəndə sonra da şirkət uğursuz olur. Bəli. Daha bir sualı da təqdim edək. Onun cavabını biz reklamdan sonra edərik. Yaxşı iş yeri dedikdə ilk növbədə işçilərə verilən əmək haqqı və sosial paket göz qabağına gəlir. Sizcə bu məsələ necə tənzimləməlidir, necə olmalıdır? Və bu sualın cavabını hər iki qonağımıza təqdim edəcəyik. Doğrudan gedək işə daxil olanda maaş bir yana qalırdı ki, keçən həftə bir dostumuz iş yeri bir təklif elədik ki, yaxşı iş yerlərin biri idi. Gedəndə mənə soruşdu ki, yaxşı, başa düşdüyüm maaş bu qədərdir. Bəs əlavə paketi, maaşı, bonusu, gəzmə. İnanın mənə işdən başqa ancaq maaşla bağlı sual verdi. Mən dedim ki, qardaş, baxıb etirazımı elədim ki, bax, niyə idarə etməni soruşmursan, niyə şirkətin uğurlarını soruşmursan, niyə şirkətin son neçə ildəki nailiyyətlərini soruşmursan, mən orada getdim, ilkin hədəfim nə olacaq deyə soruşmursan, mən orada mütəxəssis kimi gedib niyə şöbə müdiri olmayım deyə soruşmursan, soruşduğum bütün 10 sualın onu da, təbii ki, lazımdır pul, amma elə nüanslar var ki, onu pul həll eləmir. Onun nüansı var ki, iş həll edir və iş pul gətirir. Bax, bu məsələ var. Yəqin ki, biznesmen dostlarımız məni yaxşı başa düşərlər. Amma məndən əlavə iki qonağımızın da sualının cavabı var reklamdan sonra. Sənə dedim axı, elə boya al ki, ləkə tutmasın. Silmək olmur axı. Hardan tapmaq hə? Harda var elə boya? Bilən varsa desin də mənə. Panda da var. Panda da var. Panda da var. Panda da var. Panda boya renk katır dünyaya. Qısa nömrəmiz Ulduz 1008. Araz Radyosu'nda reklam vaxtı. Keyfiyyətli hamam aksesuarları münasib qiymətə Abşeron Ticarət Mərkəzində. Üstəlik, hər ay möhtəşəm endirimlərlə. Abşeron Ticarət Mərkəzi. Evin üçün hər şey. Ünvan Rökbatan Dairəsinin yanı.
2024-cü ilin rəngi təbiətdə nadir tapılan şaftalı tükü rəngi seçilib. Əziz dinləyicilər, yeni rəng təbiətdə tapılmasa da, Sopsanda mütləq tapılar. Sopsan, 25 ildir axtarılan boyaların tapılan ünvanı. Ətraflı Ulduz 4545. 7 ildir fəaliyyət göstərən Ruf Akademik Trening şirkəti IELTS, SAT, ümumi ingilis dili, xaricdə təhsil və digər təhsil xidmətləri ilə tələbələri parlaq gələcəyə hazırlayır. Şirkət minlərlə gəncin xaricdə təhsil xəyallarını gerçəkləşməsinə dəstək olub. Təhsil planlarınızı peşəkarlarla birlikdə həyata keçirmək və uğurlu nəticə əldə etmək üçün Ruf Akademik Treningə müraciət edin. Telefon 012 489 4496. West Hospital pasiyentlərin müayinə və müalicələrinin hər zaman qüsursuz və dəqiq olması naminə bir neçə tibbi şöbələri yeni və müasir tibbi cihazlarla təchiz etmişdi. Əlaqə Ulduz 7606. 6 ildir fəaliyyət göstərən və xeyli uğurlu layihələrə imza atan Pranaya şirkəti metal kabel və havalandırma kanalları, eləcə də bütün növ elektrik qutularının istehsalını həyata keçirir. Şirkət nəinki ölkə daxili, həmçinin bir neçə xarici ölkəyə də məhsul ixrac edir. Təcrübəli, peşəkar heyətə və müasir texnologiyalara malik Pranaya şirkəti 3000 növ məhsul çeşidinə malikdir. Şirkətin xidmətlərindən yararlanmaq istəyənlər 070 282 28 72 nömrəsi ilə əlaqə saxlaya bilər. İlk çərşənbə axşamı hamı Salitonda olacaq. 26 fevral 3 mart tarixlərində Grundig Fen 22 manat 99 qəpik, Beko ət çəkən 119 manat 99 qəpik, Rifil şirə çəkən 89 manat 99 qəpik, Tefal buxarlı ütü 79 manat 99 qəpik, Panasonic mikser 49 manat 99 qəpik. Çərşənbəniz mübarək. Saliton, telefon 180, rəsmi sayt saliton.az. Digitam, 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 Tam Digikart, tam istədiyin anda, tam rəqəmsal, tam real. İstəsən ABB Mobile-da aktivləşdir, istəsən fiziki kartı əldə edib, üstünlüklərindən yararlan. Araz Radiosunda reklam vaxtı. İş qurmaq istəyirsən, risk edə bilmirsən, yoxsa iş görüşlərinə həvəsin yoxdur. Bəlkə məsləhət üçün peşəkar axtarırsan, amma pul xərcləmək istəmirsən. Biznes haqqında yenilikləri kənarda axtarmayın, mərkəzə gəlin. Dalğanı 103.3 FM-ə köklə. Saat 12-dən 14-ə kimi Rüfət Nadirlinin təqdimatında biznes mərkəzində ol. Baş sponsor Sopsan Boya, xüsusi sponsorlar West Hospital, Rapid avtomobil yağları, Green Stream International İnşaat Materialları şirkəti, Özbəkistan Ticarət Evi, xaricdə təhsil xidmətləri üzrə ixtisaslaşmış Ruf Akademik Training, kabel kanalları və metal elektrik qutularının istehsalını həyata keçirən ProNeo markası, sponsorlar Akfin Group və Bombardier restoranı. Efirimizin son dəqiqələrdə sual da vermişdik sizə ki, hansı səbəbə görə hər yeni iPhone təqdimatı edilərkən təqdimat zamanı istifadə olunan telefonlarda saat niyə 9:41-ə qurulur? Hansı səbəbə görə? Çoxlu cavablar gəlmişdi, amma birinci olan dinləyicimiz 13:37-dən olan dinləyicimizdir. Kənan Əskərzadə hazırda sükan arxasındadır və telefonunda bu dəqiqə qoşula bilmədiyi üçün üzrlə hesab edilsin deyə problem deyil, amma bizim yarışmamızda qaydalardan biri də canlı bağlantı edib birbaşa fikir bildirməkdə, amma əgər rahat deyilsinizsə heç bir problem yoxdur, amma birinci olaraq sizsiniz, sizi təbrik edirik. 13:37 olan dinləyicimiz Kənan bəy cavab belə idi ki, yazıb ki, çünki Steve Jobs ilk iPhone reklamını məhz 9:41-də edib. Bəli, cavab belədir. Steve Jobs ilk dəfə iPhone-u tanıdarkən saatın məhz 9:41 olması idi. Kənan bəy, təbrik edirik. Sizi göndərəcəyik Hazelə, daha doğrusu Hazeldən sizinlə əlaqə saxlayacaqlar. Hazelə yollanın dostlar. Növbənöv çeşidli organik məhsullar, şokoladlar, gözəl çərəzlər, Hazeldə hətta yaxınlaşsanız ora sizə qızıl kartlar, gözəl bir kart təqdimat dərəcə endirimlərdən də yararlanacaqsınız. Bu imkan sizin üçün yaradılıb, Hazelə də üst tuta bilərsiniz. Və sual səslənmişdi ki, deməli, yaxşı iş yeri dedikdə ilk növbədə işçilərə verilən əmək haqqı və sosial paket göz qabağına gəlir. Sizcə bu necə olmalıdır? Sadə dostumuz.
buna fikrinizi bildirək. Son 4 dəqiqə vaxtımız qalıb. Ümumiyyətlə pul məsələsi çox belə nisbi anlayışdır. Biz öncə aydınlaşdırmalıyıq ki, əslində bizə pul lazımdır, yoxsa karyera lazımdır. Çünki pul qazanmaqla karyerada inkişaf paraleldir də, zamanlama məsələləri çox fərqlidir. Bəli. Pul istəyiriksə pulun dalınca qaçıb ticarət və öz biznesimizi qura bilərik. Karyera istəyiriksə biraz səbirli olub yenə o pula çatacağıq bəlli bir yerdən sonra. Hətta bununla bağlı gözəl bir ifadə var. Immanuel Kant da səhv etmirəmsə deyir ki, pul bizi istədiyimiz şeylərə sahib olmağa kömək edir. Amma əslində olmadığı zaman necə olduğunuzu görmək üçündür pul. Yəni bugün pul olmadığınız zaman necə birisinizsə, olduğunuz zaman onun yüksək versiyası olacaqsınız. Bu hər zaman belədir. Yəni pul bir vasitədir əslində. Sadəcə bunu vasitə kimi qəbul etməliyik. Yaxşı adamıqsa daha yaxşı olacağıq. Peşəkarlıqsa daha peşəkar olacağıq. Pisiksə daha pis olacağıq. Bunu anlamalıyıq və hədəfləri təyin edib karyeramız üçün addım-addım getməliyik. Mən karyerama 150 manatdan başlamışam. Yəni çox bəsit. Amma bugün baxırsınız ki, insanlar gəlir və birinci olaraq maaş soruşur. Onların orada öyrənəcəyi, onların qazanacağı dəyərlər bir növ pərdənin arxasında olduğu üçün görmürlər. Görmədikləri üçün də kimsə onları izah etməlidir. Bu кейsdə bizim kimi rəhbərlərin, şirkətlərin mövqeyi çox önəmlidir. Çünki bizim Nabat xanımgilin dediyi kimi sıfırdan başlayan bir nəsil var, bir şəxs var, hansı ki anlamır heç nəyi, bilmir karyera nədir, necə olur, pul nə üçündür. Bizim işimiz təhsil mərhələsindən karyeranın zirvəsinə qədər hər kəsə öyrətmək və yönəltməkdir. Düşünürəm ki, bu yetərincə izah edici olaraq. Təşəkkür edirəm və bizə yenidən təşəkkürlər var sosial media üzərindən. Hər kəsə minnətdaram. Biznes adamı dostlarımız çox bizi dinləyirlər. Suallar çox qaldı, bizə yazan suallar çox oldu, amma təəssüf ki, vaxt bitir. Çox yaxşı mövzudur və güman edirəm ki, bunun davamını növbəti efirlərdə yenidən gətirərik. Təklifləriniz varsa, biznes mövzuları ilə bağlı tövsiyələriniz varsa, bizə müraciət edə bilərsiniz. Bu həftə yenidən təhsillə bağlı bizə müraciətlər olmuşdu. Həftənin 4-cü günü bizdə təhsil günü olacaq yenidən. Ruf Akademik trening şirkətlərinin nümayəndələrimiz olacaq və bu həftə bizim nəqliyyatla bağlı mövzular istəmirsiniz, avtomobil sektoru ilə bağlı. Bu kimi məsələlərə də toxunacaq. Hər kəsə təşəkkür edirik. Minnətdarıq ki, bu yaxın 2 saat ərzində Namat xanım, sizə də minnətdarıq. Çox möhtəşəm işlərlə məşğulsuz. Yəni, mən hər zaman sevəs və deyirəm ki, bir şirkətə daxil olanda o qədər ruh yüksəliyinə o şirkətə daxil olmaq, necə sevdası varsa, o gözəlliyi varsa, mən onu Ruf Akademi trening şirkətinə görürəm. Ona görə sizə komandanızı uğurlar arzu edirəm. Minnətdaram. Xoş oldu sizlə və Saday bəylə 2 saat paylaşmaq. Maraqlı təcrübələr öyrəndim. Vaxtınıza görə təşəkkür edirəm. Minnətdarıq sizə, Saday dostumuz, sizə də təşəkkür edirik. Çox gözəl bir efir alındı. Əlavəniz varmı? Təşəkkür edirəm. Ümid edirəm dinləyicilər üçün də xoş zaman keçdi. Nabat xanım da xoş oldu. Yaxşı bir söhbətimiz oldu. Gözəl mövzulara toxunduq. Sizə də minnətdaram dəvət üçün və mövzu üçün. Təşəkkür edirəm. Nabat xanımın şirkətində CEO var, amma sizə isə icraçı direktorluqdan başqa şirkətlərdə CEO olmağa da arzu edirəm sizə. Minnətdaram dostlar. Özünüzə yaxşı baxın. Əsas nədir? Əsas işin məsuliyyətidir. Keyfiyyətli iş görəndə, peşəkar iş görəndə nəticələr də öz-özünə gələcək. Bu təkcə biznes aid deyil. Müxtəlif sahələrdəki istiqamətinizə, hədəflərinizə aiddir. Özünüzə yaxşı baxın. Görüşərik.